Buyur qardaş, qol profil. Axşamınız xeyir olsun. Hər vaxt yaşa. İlk olaraq sizi salamlayıram. Yəni mən neçə vaxtdır sənin yayımını izləyib olmuşam. Çox da ki mən müsəlman ailəsində olmuşam, amma dini cəhətdən çox kafi dini inanclarım var. Yəni sırf müsəlmanın olduğu qayda qanun, müsəlman dininin qoyduğu qayda qanunla getmirəm. Yəni buna da səbəb mənim dində olan bir neçə suallar ki var, hansı ki o suallara əsasən o sizin haqq bildiyiniz dindən uzağam. Yəni mən sizin canlı yayınınızı izləyirəm. Bəzi mövzular olur ki, maariflənirəm, bəzi mövzular olur ki, bəlkə də analiz eləyə bilmirəm deyə mənim üçün qaranlıq qalır. Yəni sonra bilirəm ki, yəni siz çox təmkinli, səbirli insansınız. Elə buna görə sizə minnətdarlığımı bildirirəm ki, hər bir sizin canlınıza qoşulan hər bir insandan onun ağlına görə, onun savadına görə danışmağı bacarırsınız. Yəni mən açığı elə mövzular var ki, mənə çox qaranlıq qalır. Yəni sizin haqq bildiyiniz hansı ki, bildirirsiniz ki, hamını müsəlman olaraq görmək istəyirsiniz, hamını haqq yolda görmək istəyirsiniz. Tamam, əla. Yəni burada pis bir şey yoxdur. Sizin inandığınız Tanrı ki var, hansı ki Allah deyirsiniz, Allah-u Teala deyək də, hörmət əlaməti olaraq. Bu Allah-u Teala'nın yaratdığı möcüzələr ki var, hansı ki göz qabağındadır. O möcüzələrlə tanıyırsınız da onu, eləmi? Yəni birini müsəlmançılığa dəvət eləyirsinizsə, ilkin olaraq onu Allahı tanıtdırmalısınız. Biz Allah'a möcüzələri ilə xeyr, belə deyil. Əlbəttə bunun ilk mərhələsi bu deyil yəni. İlk mərhələ şuurdur. Biz şuurumuzla bir yaradıcının var olduğunu tapırıq. Tanıma mərhələsi din burada əhəmiyyət daşıyır. Peyğəmbərin risaləti, vəhiy burada əhəmiyyət daşıyır. Əlbəttə ki, sənin dediyin möcüzə, yəni dünya, zahiri dünya əhəmiyyət daşıyır. Bunların hamısının öz əhəmiyyəti vardır ki, biz Allahın sifətlərini tanıyaq. Məsələn, Andromeda galaktikasına baxıb mən Allahın sonsuz qüdrətinə həmd və səna edirəm. Tamam. Yaxşı, sizin bu vurğuladığınız, sadaladığınız şeylər ki var, hamısı Allahın yaratdıqlarıdır. Bəs Allahın var olmağı, Allahın yaranmağı, Allahın tanışlığı dedik axı biz Allahın yaratdıqlarını yox, sırf Allah barədə, Allahı tanıyaq deyə, Allah barədə anlayışımız olsun deyənə Allahı tanımalıyıq ki, sonra onun dininə inanc gətirək. Hətta mən də dedim axı ki, Allahın varlığı, ilkin Allah demək yaradıcı deməkdir. Allah demək qüdrət deməkdir. Allah demək yaxşılıq deməkdir, rəhman deməkdir, rəhim deməkdir. Mən də sənə ilkin mərhələdə Allahın varlığından danışırıq. Bu arada Allahın yaradılışı barəsində deyirsən, Allahın yaradılışı deyə bir şey yoxdur. Allah Əzzə və Cəl hər zaman mövcuduydu. Allahı nəsə yaratmadı, o nə doğmadı, nə doğulmadı, o nədənsə aslı deyildir. Bütün aslılar ondan aslıdır. O heç bir şeylə məhdudlaşmaz. Bütün məhdudiyyət onun tərəfindən qoyulmuşdur. Belə. Yaxşı, onda belə deyək ki, bizim insanların yaranışı hamısı bir missiyadır, belə çıxır. Yəni insanın yaşam tərzi dünyada bir dənə mənə dünyada bir dənə nəticə göstərə bilərsiniz ki, səbəb olmasın. Yox, hər bir nəticənin bir səbəbi var. Yəni onda belə çıxır ki, bizim yaranmamız özü bir missiyadır. Yəni Allah bizim yaradılışımızı planlaşdırıbsa, bizim yaşam tərzimizdən bilibsə, значит bu bir missiyadır ki, bizim qarşımıza qoyulub da, belə çıxır elə. Missiyadır. Zaten dinin tətbiqatı budur ki, missiya yox, imtahan strukturu üzərində durmaq. Yəni bunu bilirsə, niyə bu imtahanı biz üçün yaratdı? Bilmək nəyisə məhdudlaşdırmır ki, misal üçün mən sabahlarım günəşin saat neçədə çıxıb neçədə batacağını bilirəm. Bu günlərin fizikalist əsaslarından bunu bilə bilərəm. Amma günəş çıxmaya da bilər. Yox, elə bir şey ola bilməz. Sabahlarım günəşin çıxma saatını təyin eləsək, sabah günəş o saatda çıxacaq. Mümkün deyil çıxmasın. Yəni əgər desən ki, nə bilim günəş məhv olacaqsa, bunlar da bir günə baş verən şeylər deyildir. Ona görə də günəşin çıxma saatını mən bilirəm. Mən bunu bilməyim günəşin çıxmasını məhdudlaşdırır, yoxsa mən onu bildiyim üçün bunu bilmiş oluram. Deyək ki, hər bir şey Allah Taala'nın əlindədirsə, deməli bir gün içində yox, bir saniyə içində günəşi məhv edəcək. Başa düşmürsən, qardaş? Deyirəm ki, bax diqqət elə. Mən sabah günəşin saat neçədə çıxıb neçədə batacağını bilirəm. Düz? Aha. Günəşin çıxacağını bilməyim, mənim bilməyim günəşin çıxmasını məhdudlaşdırdı, yoxsa günəşin yox, günəş yenə öz fəaliyyətini davam elətdirir. Yəni günəş çıxacaqdı deyə mən bunu bilirəm də, düz? Birdən günəş çıxması yaxşı, onda nə olur? Deməli mən bunu bilməyəcəm də, bilmiş olmayacam.
Onda Burada bir fərq var müsəlman da, bu da kimi- Allahın mütləq elmində. Məsələlər bu cürdür ki, orada heç bir dəyişkənlik baş verməz. Allah hər şeyi biləndir. Ona görə ki, bu Allahın bildiyi proseslər zaten baş verəcəkdir. Yaxşı, belə deyək də, onda din bilirdisə, onda dində niyə parçalanmağa Allah Taala şərait yaratdı, icazə verdi? Allah yaratdı şəraiti dində parçalanmaya. Yəni Allahın izni ilə oldu da bunların hamısı. Allahın razılığı ilə olmadı amma. Yaxşı, izinlə razılıq arasında səncə fərq var? Çox böyük. Məsələn, Allahın izninin olmasının səbəbi bizim iradəmizin məhdudlaşdırmamasıdır. Ona görə izin verir ki, bizim iradəmiz məhdudlaşmasın. Amma Allah Əzzə və Cəl bir məsələyə razılıq verər, yəni o şeyə razı olar ki, o şey olsun ya yox. Yəni burada Allah o şeyi bəyənmir. Misal üçün, mənim namaz məsələn, Allah istəməzdi ki, sən bu günlərin müsəlman olmayasan. Allah istəyərdi ki, müsəlman olasan. Sən müsəlman olmamağı bəyənmir Allah. Amma eyni anda da seçimlərə qarışmır, izin verir. Yəni Əgər sənin izin verməsəydi, o zaman səni nə ilə sorğu-sual edərdi? yəni bunun bir nöqtəsi, sonucu olmalıdır da. Yəni bu sonuc barədə sən mən məlumatlanmalı, yoxsa sonuc nə olacaq? Bir kitabda yazılırsa, əgər sonuc cənnət, cəhənnəmsə, bunu sən də yaşamamısan, mən də yaşamamışam. Qeyri-real olan bir şeylərdir. Düz? Qeyri-real olan bir şeylər deyil. Xeyr, əksinə real olan şeylərdir. Bir şeyi mütləq şəkildə yaşamalı deyilik ki, o şey real olsun. Yəni kitabda yazılana əsasən deyirsən, yoxsa sən bunu yaşamısan deyə bilirsən? Ağıl inayət eləyir ki, bu şeylər var. Sən nə düşünürsən ki? Yaxşı, deyək ki, yoxdur. Ölümdən sonra həyat yoxdur. Bunu qoyduq qırağa. Cənnət, cəhənnəm qoyduq qırağa. Geriyə nə qaldı? Geriyə mənə görə heç nə. Yəni sırf Öldün, hər şey bitir. Mənə görə bəli də. Yəni Tamam. Onda bu həyatda yaşamağın mənası nədir? mən də onu sənə analiz eləməkdən ötürü qalxmışam da Müntəzir qardaş. Ki, yəni bu bilirdisə, bu bunun gedişatının sonucunu bilirdisə, məqsəd nə idi? Əziz qardaş, deyirəm ki, bax, Allah yoxdursa, ölümdən sonra bir həyat yoxdursa, bizim bu dünyada yaşamağımızın mənası nədir? Sən mənə başqa şey deyirsən. Bir dənə səndən üzr istəyirəm, olsun. Qarayev, salam əleykum qardaş. Buyur. Bir dənə üzr istəyirəm. Qarayev, salam qardaş. Qarayev, salam qardaş. Neyse, hə, salam əleykum. Bir daha qardaş. Salam. Səninlə yenidən salamlaşaq ki, təzə bir Salam əzizim, salam. Bax, əziz Bəlkə də qardaş. sən mənim sualımı tam mən sən fikrimi izah eləyə bilmədimmi, başa düşmədin, yoxsa Əziz qardaş, mənə qulaq as. Sən demək istəyirsən ki, Allah Taala hər şeyi bilirdisə, əvvəlini, axırını, indini, sonranı, hamısını bilirdisə, bütün bu proseslərdə bizi imtahana salıb yaratması və öldürəndən sonra cənnətə və ya cəhənnəmə salmasının mənası nədir? Düz? əhsən, Sual budur da, düz qardaş. əhsən, bəli. Bəs, birinci növbədə Allah bizi cənnətə və ya cəhənnəmə salır xətalı sözdür. Çünki Allah Əzzə və Cəl bizi cənnətə, cəhənnəmə salmır. Bizim öz əməllərimizin təzahürüdür cənnət, cəhənnəm. Aydın? Aha, bəli. Qaldı ki, bizi cənnətə, cəhənnəmə salan əməllər, bunlar da bizim öz seçimlərimizin nəticəsidir. Biz öz seçimlərimizlə, iradəmizlə etdiyimiz seçimlər bizə müəyyən əməllər bəxş edir. O əməllər bizim nəticə olaraq təzahür edir cənnəti ya cəhənnəmi bizə. Tamam, bu mənə qismən aydın oldu. Yaxşı, müsəlmanların dilindən, bilikli savadlı insanların dilindən kafircəsinə belə bir şey eşitmişəm ki, öləndən sonra inkir mələklər gəlir, sorğu-suala başlayır. Yəni bu din xadimi yaşamadığı, görmədiyi şeyi nəyə əsasən deyir? Sırf kitabda yazılıb deyə. Əvvəla kitabda yazılıb deyə demək o qədər belə cılız bir şey deyil. Çünki Qurani-Kərim o qədər cılız bir kitab deyil ki, sırf Yox, kitabda mən o anlamda demirəm. Yox, sən mən səhv anladın. Bildim. Mən səni səhv anlamadım. Yəni sən demək istəyirsən ki, sadəcə kitabda yazıldığı üçünmü buna inanırlar? Düz. Düz. Cavab budur ki, ən böyük dəlillərdən biri elə Qurani-Kərimdir. Çünki bax, mənim əlimdə bir dənə kitab var. Tutaq ki, misal üçün bu kitab, düz. Bu kitab ümumilikdə mündəricatı daxil 211 vərəqdir. Bu kitabın 200 vərəqi, bax 200 vərəqi əmin olsam ki Allahdandır. 11 vərəqini oxumağıma ehtiyac var. Baxır insana da əzim, maraqlı. Yox, məntiqən var, yoxdur.
Məntiqən sonuncu bilməkdən ötürü əlbəttə ki, oxumalısan ki, sırf Sonuncu keçən. bilməyi demirəm. Bax, qardaş. 211 vərəq kitabıdır. 200 vərəqini dəqiqləşdirdim ki, Allahdandır. 11 vərəqini dəqiqləşdirməyimə ehtiyac var. Oxumaqdan danışmıram. Vərəq Allahdan olan bir kitab, bir hissəsi yəni Allahdan olan bir kitab. Əlbəttə digər hissəsi də Allahdandır. Mən Qurani-Kərimi oxuyuram. Quranda tonlarla yaşadığımız dünya ilə bağlı, Peyğəmbərin peyğəmbərlik dönəmi ilə bağlı, ondan əvvəli və sonrasına dair yetərli qədər vəhy olduğu Allahdan göndərildiyinə dəlillər vardır. Mənim cənnət cəhənnəmi görmək kimi bir arzu istəyim yoxdur. Necə? Yəni indi görmək, ona inanmaq üçün. Allahın Rəsulu barəsində açıq bəyanla nasda bildirib, mən də iman edirəm. Mənim cənnət cəhənnəmə iman etməyimdə nə sorun var? Bax, mən deyirəm ki, ölümdən sonra bir həyat var, cənnət var, cəhənnəm var və s. və s. İkinci bir məsələ. Sən alternativində nə deyirsən? Deyirsən ki, yoxdur olar. Öləndə də hər şey bitir. Hansı daha məntiqlidir? Mən tam yoxdur olaraq demirəm də, səbəbi sənədir. Çünki o metod, o prosesi mən Bax, yox, burada bax, məntiqdə qanun sabitdir. Ya var, ya da yoxdur. Biz deyə bilmərik, Allah ola bilsin ki, yoxdur, ya da ola bilsin ki, var. Ya var, ya yoxdur. Məsələ bu qədər bəsitdir. İndi məsələ nədir? Ölümdən sonra ya həyat var, ya da yoxdur. Mən deyirəm var, cənnətdir, cəhənnəmdir və s. Sən deyirsən, X bir adam deyir ki, yoxdur. Mən də sual verirəm, hansı daha məntiqlidir? Əsas gətirə bilirsə, əsas gətirilən. Qardaş, heç, bax, sən cənnətin olmadığı, ölümdən sonra bir həyatın olmadığına necə əsas gətirə bilərsən? Yaşamadığımız bir şey də xəzizim. Sən necə əsas gətirə bilərsən? Əsas. Əsas gətirməyim onu yaşamamağımdan əsaslandıraram. Bu əsas deyil, sən bunu yaşamamısansa bilmirəm deyə bilərsən. Bilmirəm sonucu nəyə gətirir? Onun yoxluğuna, yoxsa? Yox, bilmirəm, cavab deyil. Sən deyənə görə cavab da var. Bax, mən demirəm, ha var, hələ varı qoyaq qırağa. Bir nəfər deyir ki, bax, mən sənə direkt sual verirəm. Ölümdən sonra həyat var? Bilmirəm, yaxşı. Tamam, bilmirəm, cavab deyil. Çünki biz dedik ki, bu ya var, ya da yoxdur. İki dənə alternativ yoxdur burada. Ya cənnət, cəhənnəm. Ölümdən sonra həyat var, ya da yoxdur. İndi iki dənə cavab var. Ölümdən sonra həyat var, yoxsa yoxdur. İndi gəl təhlil eləyək. Yoxdur deyənlər heç bir əsasa dayanmır. Əllərində heç bir əsas yoxdur. Hətta əlavə eləyirlər ki, öldün, hər şey bitir. Düz. İndi bunun əksi var. Əksi nədir? Əksi budur ki, ölümdən sonra bir həyat vardır. Ölümdən sonra mövcud olan həyat cənnət, cəhənnəmdir, bərzəxdir, yüzlərlə, minlərlə aləmlər vardır. Ölüm hər şeyi bitirmir. İnsanda ölümsüzlüyü arzulamaq hissi var. Niyə var bu hiss insanda, qardaş? Belə anlayışım kafidir əzizim. Fərz eləyək ki, bir ana bətnində səndən ikiz qardaşıq. Mən sənə deyirəm ki, 8 ayımızda, 9-a keçəndə. Deyirəm ki, qardaş, biz buradan çıxacağıq, bizim əllərimiz var, tutacağıq, gözümüz var, dünya adlı bir aləmi gəzəcəyik, ayaqlarımız var, qaçacağıq. Nə bilim, ağzımız, burnumuz var, oksigeni, qidanı buradan qəbul eləyəcəyik. Sən bunu görməmsən deyə, ana bətnindəsən. Mənə nə deyərsən? Deyərsən ki, yox, elə şey yoxdur. Niyə? Çünki görməmsən. Düz? Düz. Əhsən. İndi sual verirəm. Ay əziz, dəyərli qardaş, bu dünya bir ana bətnidir. Mən də sənin ikiz qardaşın. Sənə sual. Mən də ölümsüzlüyə meyillilik var. Mən əbədi yaşamaq istəyirəm. Heç özüm üçün istəməsəm də anam, atam, əzizlərim, övladlarım, dəyər verdiyim insanlar ölsün istəmərəm. Sən də istəmərsən. İstəyirsən anan ölsün. Yox, əlbəttə ki. Niyə? Ya, əziz olan, doğma olan əlbəttə ki. Onu soruşmuram. Bax, ölümsüzlüyü istəyirik, amma əldə eləyə bilmirik. Düz? Düz. Və bu istək bizdə niyə var? Ehtimal eləyə bilərikmi ki, biz bu istəyi işlədə biləcəyimiz bir yerə gedəcəyik? Eynən ana bətni misalı. Aydındır. Oturduğu yapbozlar yerindən. Oturdu qardaş. Valla belə deyirsən, yəni mən üçün real olaraq qəbul edirəm. Sən dedikcə, xırdaladıqca mən Məntiqlidirsə kifayət edir qardaşım. Mən sənin sadəcə bunun məntiqli olduğunu de, özün düşün, təhlil elə. Mən dediyim üçün məcbur buna inanma. Düşün. Məntiqlidir ya yox qardaşım. Düşün də bunu. Düz, elədir ki var. Tamam, bir sualımda var, çox vaxtı almaq istəmirəm. İznin varsa onu da deyim.
Onda da məntiqli cavab versə şahadətini də gətir çıx canlı. Tamam, yaxşı. Tamam, versən. Deyirsən şəhadət, yəni deyirsən bir insan övladı olaraq mən hələ ona hazır deyiləm, yalanlandırmısan. Deyim ki, hazıram. Suallarına cavab vermişiksə niyə də olmaz? Namaz buyurulub da müsəlmançılıqda. Mən eşitdiyimə görə, düzdür, bilik savadım o qədər kifayət qədər olmasa da, eşitdiyimə görə Quran-Kərimdə bu haqqda heç bir məlumat yoxdur namazın qılınıb qılınmamağı barədə. Necə qılınır? Səhv eşitmisən. Yox, səhv eşitmisən qardaşım. Quranda bu barədə namazın hansı formada durularaq qılındığı, namazdan əvvəl dəstəmazın necə alındığı, dəstəmazdan əvvəl qüslün necə alındığı, namaz zamanı hansı hərəkətlərin, rukunun, səcdənin və s. olduğu kimi hamısı vardır. Quranda nə yoxdur? Rukunun sayı yoxdur. Hansı səcdədə neçə söz deməlisən, hansı sözü deməlisən, bunlar yoxdur. Bunlar da niyə yoxdur qardaşım? Gəl bax, bir şərt kəsirəm səndən. Buna cavab verirəm, amma adın nədir sənin? Mənim adım Kənandır əzizim. Kənan, dürüstə, məntiqli cavab versəm, 1600 nəfərin içində şəhadət gətirəcək və söz ver, mən də sənə cavab verirəm. Amma dürüstə. Demirəm ki, bir dəqiqə get namaza başla, nə bilim, get oruç tut, getsə. Şəhadət gətirmək İslama daxil olmağın ilk təməlidir. Daxil ol, İslamda ol araşdırma elə. Demirəm araşdırma. Araşdır, davam elə, soruş. Nə sualın varsa gəlib mənim şəxsimə də yaza bilərsən. Bildiyim nəsə varsa cavab verməyə də həmişə hazıram. Bilmədiklərimi də yönləndirəcəm, cavab verəcəklər. Sadəcə İslamın içində olaraq, yəni şəhadət gətirirsən Allahın təkliyinə, Peyğəmbərin peyğəmbərliyinə, Əmir-əl-Mü'minin əleyhissalamın vilayətinə. Buna şəhadət gətirirsən, ondan sonra araşdırmaq, nə bilim, sual vermək, nə istəyirsə elə. Mən də sənin xidmətindəyəm, bir qardaşın, dostun, bir müsəlman qardaşın kimi. Deyirsən şəhadət, o mən sənin dinivə belə bir böyük bir hörmətlə yanaşıram ki, o sən dediyin şəhadət bəzilər üçün sadə dildə vurğulana bilər, amma o vicdanla, sirq ürəkdən eləməlisən eləyəndə də. Gəl mən sənə sualıma cavab verim. Bax, ümumiyyətlə Quranda namazın açıq-aşkar bəyanı niyə yoxdur? Bu sualı çox verirlər. Amma bunun cavabı çox bəsitdir. Baxın cəmaət, Quran-ı Kərim ilk dəfə kimə nazil olub? Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləmə 23 il ərzində ayə bə ayə, hissə nazil olub. Düzdür? Bu Peyğəmbər zaten insanların içindədir. İnsanlar bu Peyğəmbəri görür. Bu Peyğəmbərin səhabələrini görür. Bu Peyğəmbər və bunun səhabələri zaten namaz qılır. İnsanların gözünün qabağında namaz qılır. Allah həmən topluma, bax namaz qılır ha, Peyğəmbərin necə namaz qıldığını görən topluma, həmən o Peyğəmbər namaz qılır, insanlar da bunu görür. Özləri də eləyir. Həmən o topluma Allah Teala bir dənə də ayə göndərsin ki, namazı belə qılın. Misal sual verirlər. Niyə görə açıq-aşkar hicab, başın örtülməsi barədə Quranda açıq-aşkar başın örtülməsi barədə ayə yoxdur. Bura qədər örtülmə barəsində var. Çünki o toplum zaten başını örtürdü. Allah başını örtən topluma bir dənə də başınızı örtün desin. Yox. Hə, ikinci sual yaranır burada. Bəs biz bugün Peyğəmbəri görmürük, nə edək? Cavab çox bəsitdir. Bizim Peyğəmbərimiz Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləmlə və onun Əhl-i Beyti aleyhimussalamla günümüzə gəlib çatmış, namazın necə qılınmalı olduğu, orucun necə tutulmalı olduğu, zəkatın necə verilməli olduğu və digər dinin bütün praktik əməlləri hamısı gəlib günümüzə çatıb. Ona görə də biz buna ehtiyac duymuruq Quranda bu yazılsın. Əlimizə sahih mənbələrdən gəlib çatıb. Bu günlərim şiənin qıldığı namaz, günün 5 vaxtı qılınan namazı, vacib namazlardan söhbət edirəm. Torpağa səcdə olunan, qiyam halında əlləri düz açıq formada qılınan bu namaz zaten əhl-i sünnəyə görə zaten bu namaz da o namazdır. Eyni qılınan namazdır. Əhl-i sünnənin 4 firq məktəbindən biri şiənin qıldığı bu namazı doğru hesab edir. Səcdə məsələsindəki əhl-i sünnəyə görə möhrə səcdə eləmək olar. Yəni torpaqdır bu. Ay mənim gözəl qardaşım, dəyərli qardaşım. Buyur əzizim.
İndi bildin niyə görə Allah Əzzə və Cəllə Quranda açıq aşkar Quran ayələri ilə niyə namazın qılınmasını göstərməyib? Bildim, bir cümlə vurğuladın ki, ayələr nazil olub. O ayələr, məsələn, belə bir cümlə işlənilir ki, arada hansısa bir hadisə baş verdi və ayə nazil oldu. O baş verən hadisəni Allah Taala bilirdi. Axı ondan əvvəl niyə nazil eləmirdi? Ki, belə bir hadisələr olacaq, özünüzü çəkindirin, aşındırın. Tamam. Bax, bu gün bizim cəmiyyətimizdə ehtimal var ki, kimsə oğurluq eləsin, cinayət törətsin. Var belə bir ehtimal? Yox, heç bir cinayətdən, heç bir baş verəcək hadisədən heç kim sığortalı deyil. Yox, deyirəm, ehtimal var ki, kimsə cinayət törətsin, kimsə düz. Kimsə eləyə bilər, bəli, ehtimal olaraq var. Əla, əla. İndi bu cəmiyyətin məhkəməsi hamını yığıb məhkəmədə mühakimə eləyə bilər ki, sən haçansa oğurluq eləyəsən. Yox, o hadisə olandan sonra baş verir. Necə? Hadisə, üzr istəyirəm, hadisə olandan sonra Mühakimə ola bilər. Mühakimə olunur, bəli. Əla. Hadisə baş verməmiş Allah ayəni göndərəndə cəmaət deyəcək ki, bu nə idi baş verdi? Yəni ən azından məlumatlandırar ki, filan hadisə, necə ki bir qanunda vurğulanır ki, filan hadisə Qardaşım, bu cinayət tərkiblidir deyə. bax, hadisə baş verməmiş. Misal deyirəm. Bir qrup Yahudi gəlir Peyğəmbərin yanına, deyir, ey Muhammed, bizə öz Rəbbini göstər. Sanki biz onu görür və barmağımızla işarə edirik. Allah Taala İxlas surəsini nazil edir. Peyğəmbərə ki, ey Rəsulullah, Peyğəmbərə deyir, ya Rəsulullah, qul de, huvallahu əhəd, de o Allah təkdir. Allahu saməd, ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd. Yahudilərə Peyğəmbər desin deyə Allah ayə nazil etdi. İndi Yahudi bədbaxtlar bunu deməyib. Yahudi bədbaxtlar gəlib Peyğəmbərə bunu deməyib. Allah Taala Peyğəmbərə bunu nazil etsin. Peyğəmbər də bu Yahudilər sakitcə oturub. Gəlsin desin ki, ey Yahudilər, qul huvallahu əhəd, Allahu saməd, ləm yəlid və ləm yulad və ləm yəkun ləhu. Yahudilər deyir, nə danışsan, ay Rəsulullah? Ey Muhammed, sən nə deyirsən? Biz səni anlamırıq. Məntiqli deyil. Hadisə baş verməlidir ki, nə olsun? Ayə nazil olsun. Aydın? Bildim əzizim, bildim. Ürəyində qara qalmasın deyə əşhədən la ilahe illallah və əşhədən Muhammed abduhu və rəsulü. Və əşhədu ənə əmirəl mü'mininə. O nə dəyişir orada əzizim? De, mən üçün dəyişəcək, de, mən xətrimə də bu boyda əziyyətimi çəkmişəm. Və əşhədu ənə Və əşhədu ənə əmirəl mü'mininə. Üz üstə bir də. Əmirəl mü'mininə Əliyyən Vəliyullah. Allah yezdə lənət eləsin. Eləsin, haqçı eləsin. Öpürəm səni. Öpürəm gözlərindən üzünə müğayət ol. Salam aleyküm. Salam, hər vaxtınız xeyir. Hər vaxt, xoş gəlmişsiniz. Xoşunuza gedək. Mən ateistəm. Sadəcə bir bu hansı ki azad iradə. Adınız nədir sizin qardaş? Tural. Tural bir dənə sual verə bilərəm. Buyurun. Ateizmin etimologiyası nədir? Çox üzr istəyirəm. O barədə hələ ki araşdırıram, yəni belə bir məlumat. Qardaş, ateizmin etimologiyası araşdırıram söhbəti deyil. Ateizmin etimologiyası nədir sualının açması budur ki, ateizm sözünün mənası nədir? Sən bu sözün mənasını soruşuram mən səndən. Yəni lüğəvi mənasını sən deyirsən hələ ki araşdırıram. Ateizm bir düşüncə tərzi deyilmi, yəni sadəcə Allaha inanmaq? Mən demirəm nədir. Deyirəm mənası nədir? Sözün öz mənası var. Misal İslam sözü muslim sözü ilə eyni kökdən gəlir. Mənası təslim olmaq deməkdir. Görsən mənim bir dinim var, mən dinimin adının mənasını bilirəm. Sən ateizm nədir bilmirsən. Sən necə ateistəm deyirsən? Mənə bir dənə izah elə görək. Ola bilər, bəlkə də mənim cəhalətimdən gələ bilər. Onda qoyduq qırağa, sən ateist deyilsən. Ola bilər bəzən bir Rəbbin olduğunu bəzən qəbul edirəm, agnostik. Məsələn, hansı əsasa görə və ya hansı arqumentləri araşdırıb nəticə çıxartdınız ki, Allah yoxdur? Yox, belə deyim də, mən agnostizmdən keçmişəm hələ ki. Gəl belə eləyək, sənin suallarına məntiqli cavab versəm, canlıda şəhadət gətirəcəyinə 1900 nəfər içində söz ver, dürüst, səmimi şəkildə. Çox üzr istəyirəm, buna söz verə bilmərəm. Bunda mən sənin üçün niyə əziyyət çəkim, ay qardaş? Sən səmimi deyilsənsə əgər, sən bax gəlmirsən sual verməyə, düz.
Mən sənə əziyyət çəkirəm, suallarıma cavab verirəm. Əgər bu məntiqli gəldisə, demirəm heç məcbursan. Deyirəm məntiqli cavablar gəlsə, şəhadət gətir. Deyirsən cavab ver. Mən onda niyə cavab verim sənin sualıma, qardaş? Okey, razılaşaq onda. Əgər mənim üçün məntiqli və açıqlayıcı bir cavab olsa, mən sizin üçün şəhadət gətirəm. Tamam, Bismillahirrahmanirrahim. Buyur, başla, ver suallarını. Qardaş, sual deməyək, mən əsasən sizin fikrinizi öyrənmək istəyirəm bu barədə. Azad iradə barəsində hansı ki, dində məcburiyyət yoxdur. Bu, ümumiyyətlə, bu ayə ilə bağlı bir dənə, belə deyək də, məcburiyyət yoxdur, ancaq psixoloji təzyiq var. Bundan razılaşırsınız. Psixoloji təsirdə də seçim var. Mənim psixoloji nə qədər təsir eləyirləsinlər, seçim eləyə bilirəm. Təsir yox, təzyiq. Təzyiq? Bəli. Təzyiq, mən ona psixoloji təzyiq yox, psixoloji dəvət deyərdim. Baxın, belə bir şey var. Bir misal gətirinmi? Siz, həm də sizin izləyiciləriniz də başa düşsün deyə istəyirəm. Baxın, mən əlimdə silah var, sizə yaxınlaşıram və sizə deyirəm ki, üstünüzdə nə qədər pul varsa verin. Sizin azad iradəniz var, azad seçiminiz var. İstəsəz verə də bilərsiniz, verməyə də bilərsiniz. İndi mənim sizə sualım, siz üstünüzdəki pulu verməyə bilərsiniz. Bəli, verməyə bilərəm, amma verəcəm. Bilirsən niyə? Bəli, niyə? Ona görə ki, mən orada məntiqlə düşünəndə pulu verməsəm, nəticəsinin nə olacağını anlaya bilirəm. Okey, burada sizdən razı. Sizcə bu psixoloji təzyiqdir, yoxsa yox? Psixoloji təzyiq deyil, qardaş, təhdid edirsən sən mənə. Bəli də, yəni təhdid. Sən mənə razboy edirsən, başına dömsən. Bəli də, yəni təhdid də. Bu hansı ki din mənə psixoloji təsir edir. Tamam, bunu dinlə müqayisə edin, görüm din nə edir? Belə deyək də, mənim axirətdə cənnətə ya da cəhənnəmə gedəcəyimi deyir. Aha. Yəni qəbul eləməsəm, hansı ki deyir, məcburiyyət yoxdur, amma qəbul eləməsəm sən cəhənnəmə gedəcəksən deyir. İndi bu demir ki, ancaq cəhənnəmə gedəsən. Elə bir mən silahla yaxınlaşmışam sənə, indi gəl mən müqayisə edeyim. Sənə deyirəm ki, pulu mənə ver. Verməsən, səni öldürəcəm. Amma öldürməyə də bilərəm. Bəli, verməsən öldürməyə də bilərəm. Düz. Öldürməyə də bilərəm. Yox, verməsən, bax deyirəm ki, pulu, bax qulaq as, silahla gəlmişəm yanıma, deyirəm puluvu mənə ver. Üstündə nə var mənə ver. Verməsən səni öldürəcəm. Amma eyni anda öldürməyə də bilərəm. Din deyir ki, praktiki əməlləri etməsən cəhənnəmə düşərsən. Amma cənnətə də düşə bilərsən. Əməl edəlim. Baxın, məsələ burasındadır ki, orada hansı ki ayədə yazılıb ki, məcburiyyət yoxdur. Bəli, la ikrahe fid-din qad təbəyyənə rüşdü minəl ğay. Yəni məcburiyyət yoxdur budur ki, səni heç kim məcbur edib cənnətə salmır. Heç kim məcbur edib cəhənnəmə salmır. Özün seçirsən. Sadəcə sənə cənnətə, cəhənnəmə getməyin yolunu göstərirlər. Bu yenə də, bilirsiniz, yəni mənə ola bilər bəlkə də mən dərk edə bilmirəm və yaxud da sizin izahınız mənə çatmır ki, bax dostum, olmayan bir sən gəlirsən, mən həkiməm, ürək həkimiyəm. Gəlirsən mənim yanıma, deyirsən ki, ay həkim, ürəyim ağrıyır. Hər gün axşam yeməkdən sonra bir dənəsini atmalısan. Bu deyirəm sənə. Düz. Sən evə gedirsən, axşam yeməyində 3 dənəsini ata bilərsən ya yox, seçim sənindir. Ata bilərsən ya yox. Hə, dərman bəli ata bilərəm. Yəni seçim mənimdədirsə ata bilərəm. Yəni 3-ünü ata bilərsən də. Düz. Bəli ata da bilərəm, atmaya da bilərəm. Bəli seçim. Seçim sənin. Atsan, nəticəsindən xəbər vermişəm sənə. Deyirəm, bax, atsan, sən gərək ürəyinə gələn dəfə stent qoyaq. Sən vəziyyətin pisdir. Amma atmasan, mən dediyim eləsən, ürəyindəki problemlər həll olacaq. İndi sən 3 dənə dərmanı atıb, sonra gəlib mənə deyə bilərsən, sən mənə niyə təhdid edirsən ki, zor elədim attım. Bunun mənim verdiyim misaldan, sizin verdiyiniz misalda fərq var, baxın. Allah sənə deyir ki, əqidəvi sabit elə, cənnət, cəhənnəm və s. kimi məsələlər üzərində əməli praktiki icra elədiyin şeylərin təzahürü olaraq səni cənnətə və ya cəhənnəmə salacaq. Sən düzgün, doğru
necəliyini sənə izah olunduğu bir dinin içindəsən. Sənə Allah Taala, peyğəmbər, imamlar, əhl-i-beyt, Quran vasitəsilə cənnətə düşməyin ən asan yollarını öyrədib. Sən bunu bildiyin halda cəhənnəmə düşsən məsuliyyət sənindir qardaş. Çünki sənə zaten cənnətin ən ideal yolları öyrədilib. Hə, Allah səni cəhənnəmə başından belə qulağından tutub məcbur salmır. Allah sənə deyir ki, seçim sənindir. Sən istəyirsən cəhənnəmə get, istəyirsən cənnətə get. Okey, əgər iki variant qoyubsa qarşıma, yəni iki seçim qoyubsa, bunun özü də bir ədalətsizlik deyilmi? Yəni istəsən cəhənnəmə get, istəsən cənnətə get. Yəni əksinə burada ədalət var. Nədir bu? Burada öləndən sonra ya hər şey bitəcək, ölümdən sonra həyat yoxdur, ya cənnət var, ya cəhənnəm var. Hansı daha məntiqlidir? Baxın, burada əslində heç bir məntiqli deyil, yəni mənə görə. Çünki ölümdən sonra bir həyatım öldün, hər şey bitir. Bu məntiqlidir. Deyil, də qardaş. Bu nəyin fikirləşirsən? Əgər ölüm hər şeyi bitirirsə, dünyada məna yoxdur. İşləməyin, ailə qurmağın, çalışmağın, çabalamağın, nə bilim, G30 sürməyin mənası yoxdur. Başa düşdün? Baxın, bunu praktika edən biri yoxdur axı. Məsələn, cənnətə və yaxud da cəhənnəmə gedib gələn biri yoxdur. Söhbət praktika, cənnət, cəhənnəm praktikasından getmir. Mən birinci ölümdən sonra həyat yoxduğunu müzakirə edirəm. Bax, ölümdən sonra həyat yoxdursa, həyatın mənası yoxdur. Bura qədər aydındır, qaqaş. Niyə mənası olmasın axı? Yəni bu həyatda yaşadığımız... Öldün, hər şey bitir, nə mənası var baya? Belə deyək də. Alış bir vaxt danışacaq. Sizə sıra çatanda. Oldu. Çox üzr istəyirəm, qardaşlarımı vaxtını almayayım elə. Buyur, qardaş. Yəni bir problem varsa əgər, yəni. Qardaş, davam elə. Davam edeyim. Yox, qardaş, sən səbirli ol, başla dön. Hələ sən ən axırdasan, səndən sonra bu iki nəfər var. Hələ bu qardaşdan sonra bu qardaş, sonra bu qardaş, sonra sən danışırsın. Buyur, Gəzal qardaş, sən suallarına davam elə, hə? Hə, yəni mən deyir, məsələ odur ki, siz deyirsiniz ölümdən sonra həyat. Qardaş, biraz juvoy danışlar, qadan al. Bilmirəm saatdandır, nədəndir. Elə bir yemək yeməmsən, elə bir 32 kilo olsan, ağrı, bir juvoy danış. Bir səsin elə bir yuxum gəldi, Allah haqqı mənə. Səsim gəlir indi, daha yaxşıdır. Səsin zaten bayaqdan da gəlir, bir juvoy danış prosto. Elə bir səhər yemək yemir. Hə, yəni... Hə. Hə, o biraz nəfəs ala bilmirəm, çox ola bilər problem olmalıdır. Allah şəfa versin. Niyə qaqaş? Çox sağ. Siz demiş biraz çəkim çoxdur. Ondan olabilir. Buyur qardaş. Yəni deməyim odur ki, bir mənası yoxdursa, əgər yəni bu niyə elə... Neçə kilo olsan qardaş? Hal-hazırda 125 kiloyum. Bax, o McDonald's yeyirdin, burgerlər, yadva gəlir. Hə, yemişəm, çox yemişəm. Yadva gəlir, bilirəm. Əgər ölüm hər şeyi bitirirsə, o yediyin burgerlərin mənası nədir? Oradan aldığın həzzin, ləzzətin mənası nədir? Baxın, o artıq hamısını yıxsaq bir yaşantı edir. Yəni bir insan... Tamam da, bax, ümumi komple bu yaşantının mənası nə? Yəni, niyə o yaşantını yaşayasan ki? Öldün, hər şey bitir. Misal üçün, işləyirsən, qaqaş? Burada, bəli, işləyirəm. İşləyirəm deyəndə... İşlədiyin yerdə maaş alırsan, qaqaş? Bəli, mən remote işləyirəm, proqramistəm. Əhsən. Məqsədin nədir? İşdə, misal, işlədiyin pul qazanırsan, işləyirsən pul qazanır. Məqsədin nədir burada? Gələcək qurmaq? Bəli, yəni yaşamaq daha doğrusu. Okey. Niyə gələcək qurmaq istəyirsən ki? Sən yatdın bu gecə, sabah durmaya bilərsən, düz? Baxın, bu o şeyə gəlir, çıxır ki, yəni ölüm varsa niyə yaşayaq? Mənə sualına gəlir. Əhsən. Ölüm varsa yox, ölüm hər şeyi bitirirsə niyə yaşayaq? Bu biraz inansız bu şey mənə biraz məntiqsiz gəlir. Yəni ölüm, yəni hər şeyi bitirirsə niyə yaşayaq? Yəni onda yaşamayaq. Belə çıxır ki, yəni doğulduqda... Yo, niyə? Ölümdən sonra həyat var axı? Yəni bayaq dediyim suala qayıdırıq ki, bunu kimsə praktiki... Bir şeyin həqiqətinə varmaq üçün onun praktikaya ehtiyacı yoxdur. Mütləq şəkildə onu praktik eləmək lazımdır ki, bir şey var deyək.
okey, baxın, siz kitaba inanaraq bunu deyirsiniz, yəni cənnət, cəhənnəm olduğunu. Xeyr, kitaba inanaraq demirəm, qardaş. Mən dünyada bunu praktik edirəm. Bir şeyin varlığını təsdiq eləmək üçün mütləq şəkildə o şeyi görmək lazımdır. Çox üzr istəyirəm. Müşahidə var, görmək. Görmək hər zaman haqlıdır. Haqq doğru məlumat verir bizə. Yox, bəzən gördüyün hər şey həqiqət olmur bəzən. Əhsən. Deməli, müşahidə mütləq həqiqət deyil, düz? Bəli. Bir şeyi görmədən də o şeyin varlığını təsdiq edə bilərik də, düz? Bu bəzi şeylərə aiddir, bəzi şeylərə yox mənim fikrimcə. Mən demədim hər şey aiddir. Bax deyirəm ki, məsələn, əxlaq var, Var, bəli, tərbiyə, əxlaq deyirəm. tərbiyə yox. Əxlaq var, qardaş. Bəli. Əla. Əxlaqı biz ölçə bilmirik, görə bilmirik, toxuna bilmirik, qucaqlaya bilmirik, öpə bilmirik, nə bilim. Əxlaqı biz heç bir hiss orqanlarımızla hiss edə bilmirik. Amma mövcuddur. Düz? Bəli. Əhsən. İndi mən əxlaq yoxdur deyən bir adama əxlaqın varlığını necə isbat edə bilərəm? Onu göstərə bilərsən. Göstərmək olmaz. O bir sən hər hansısa bir hərəkət eləyəsən, onun adı əxlaqlı hərəkət olacaq. Amma əxlaqın öz mahiyyətini göstərə bilməyəsən. Düz? Bəli, tam olaraq. Əhsən. Cənnət və cəhənnəmin də varlığı bu cürdür. Maddəsəl deyil, yəni bu dünyadakı kimi deyil. Məsələn, mənim əlimdə bir dəqiqə mouse var. Görürsən bunu? Bəli, görürəm. Əhsən. Bu mouse'un varlığını mən sənə müşahidə ilə göstərirəm, təsdiq edirəm. Maksimum görək ki, korsan, gətirərəm, toxuna bilərsən. Amma özlüyündə həqiqət olan, amma gözlə görülə bilməyən, hiss orqanları ilə hiss olunmayan və s. tonlarla şeylər var. Misal üçün əxlaq. Eynən cənnət, cəhənnəm və s. kimi şeylərində həqiqəti bu cürdür, qardaş. Aydındır? Bəli, başa düşdüm. Keçək ikinci, başqa sualın var? Bir sualım da var bu, məni düşündürən bir sualdır ümumiyyətlə. Əgər Buyur. bir yaradan varsa, bu yaradan bizi niyə yaradıb? Bu sualın cavabı nə versək, bu suala nə cavab versək, bax bu suala nə cavab versək, o cavabın özündən yaradan asılı olacaq. Misal, niyə yaradıb sualı, niyə ümumiyyətlə? Niyədən sonra verilən bütün cavablar, niyədən əvvəlki müxatəbi verilən cavabdan asılı qoyur. Misal, sən niyə bura qalxmısan? Sən bura niyə qalxmısansa, sənin səbəbin odur. Yəni, sən o səbəbdən asılısan ki, bura qalxmısan. Məhdudsan o səbəbə. Mən niyə canlatmışam? Allah üçün insanlara din təbliğ eləmək. Mən bu səbəb üçün canlatmışam. Mənim o səbəbə ehtiyacım var. Allah niyə yaradıb desək, niyənin cavabında nə desən, Allah o səbəbdən asılı olacaq. Ona görə də Allah niyə yaradıb sualı səhv sualdır, qardaş. Biz onun yerinə deyirik ki, Allah nə yaxşı ki, yaradıb. 1900 nəfər bizi takip eləməyənlər səhifəyə bir dənə burada plus işarəsi var. Basıb bir dənə bizim səhifəmizə takip atsınlar. Bir də burada bir jetonluq Beynisev hədiyyəsi var, o belə ürək. Bir dənə ondan atın da, xahiş edirəm. Sizdən heç istəmirəm. Bir də cibinizdən getmir, ekran bəyənin, xahiş edirəm. Çox üzr istəyirəm. Bu verdiyim sual hansı ki, Allah niyə yaradıb? Onun bir cavabı yoxdur deyə, yoxsa sual səhvdirmi deyə, yəni yanlış. Sual səhvdir, qardaş. Sual xətalıdır. Misal üçün, heç vaxt dayanmayacaq bir qatarla və öz reisindən çıxmayacaq bir qatarla, heç vaxt aşmayacaq bir divar toqquşsa nə olar? Burada artıq məntiqsiz sualdır, paradoksdur. Əhsən. Allah niyə yaradıb sualı da bu cürdür. yəni istəsə yaratmaya bilərdi, yoxsa? Buyur qardaş, ver suallara cavab ver. Qardaş, canlıda olan qardaşlar, bu qardaşa verin suallarımızı. Bu qardaş aşağıdan bayaqdan yazır ki, məni qoşun, mən cavablayayım. Yayımda da 2100 nəfər var. Moderatorlar bu qardaşa kömək eləyin. İndən sonra uşaqlar bu qardaş cavab verəcək bütün suallara. Buyur qardaş, mən mikrofonu bağladım. Buyur, bismillah. Bir dəqiqə. Məhəmməd qardaş, bir sual verə bilərəm sizə. Yox. Zəruri varlıq niyə mümkün varlığı yaradıb? Mən sual vermək istəyirdim qardaşa. Mən qardaşın yayımına baxıram, xoşum da gəlir, xoşum da gəlir. Gözəl müsəlmanı təqdim edir, mən ondan xoşum gəldi. Mən ona sual vermək istəyirdim ki, düzdür. O deyəcəkdi ki, get onlara sual ver. Mən müsəlmanam, əsli müsəlmanam, fərqi yoxdur. Şiə olsun, sünni olsun, onun fərqi yoxdur. Hamısı qardaşdır. Mən onlardan tam razıyam.
Mənə maraqlısı odur ki, mən o qardaşa sual verəcəydim ki, mən sualımı vermişdim də sadəcə o sual verdiyim adam atdı aşağı. Mənə maraqlısı nədir? Bu ateistlər müsəlmanları bəyənmir, Allah yoxdur deyir ha. Bəs öz ölüləri nətər dəfn edir? Biz yandırırıq qardaş, biz dəfn eləmirik. Ha, lap yaxşı, lap yaxşı. Gör nə deyirəm. Yandırırsınız. Ateistsən sən. Bəli. Lap yaxşı. Yandırırsınız da, elədir, elədir. Bəli, bəli. Laf. Bir də, ancaq tam atrə kimi qulaq as. Azərbaycanda sənin Qardaş, qohum mən şəhadətimi gətirə bilərəm. bir dəqiqə. Qardaş bir də üzr istəyirəm Məhəmməd qardaş. Qardaş, əşhədü ən la ilahə illallah Əşhədü ən la ilahə illallah və əşhədü ənnə Muhammədən Rəsulullah və əşhədü ən Muhammedən Rəsulullah və əşhədü ənnə əmirəl müminə və əşhədü ən əmirəl müminə müminə Əliyyən vəliyullah. Əliyyən vəliyullah. Öpürəm qardaş, sağ olun. Rəhmət eləsin. Amin. Ha, buyur Məhəmməd kişi. Bir dəqiqə. Bizə çatma. Bir də üzr istəyirəm qardaşım, qayıdıram sən. Ha, buyur Məhəmməd kişi. Sənin qohum əqrəbində müsəlman var da, elədir. Məni Yo, o ateistə bir sual verirdi. ateist yoxdur burada. Yo, var idi. Dedi, mən ateistəm. Şəhadət gətirən o idi də, şəhadət gətirdi, getdi. Ha, getsə. Mənə maraqlısı odur ki, niyə onlar... Əmi, bu sualı burada verib bizim niyə qurban olum? Sən müsəlmansan sən. Bəli. Neçə yaşın var? Qədir qardaş, olan Məhəmməd qardaşa da mən bir sual verim. Yo. Neçə yaş? Ay Məhəmməd əmi, neçə yaşın var? Hele de piste bakacağız zahmet olmasa. Məhəmməd əmi, neçə yaşın var? Fərqi nədir ki, mən o ateistlərə sual vermişəm. Sən bizim yayımımızı bax bir dəqiqə, müsəlmanların haqqını bilirsən, Məhəmməd əmi. Qoy ateistlərlə söhbət eləyək, qoy cəmaatla danışaq. Buyur, mən də qulaq as. Qulaq as. Qardaş, buyur. Hə, qardaş, mən Dinə inancın nə yazıb adın qardaş? dini inancı Nə yoxdur. yazıb? Dinə inancı yoxdur. Hə. O, ateistsiniz. Yox, ateist deyiləm, heç bir nütünsə dini inancım yoxdur da. Deyilsiz. Heç birindən deyiləm, sadəcə olaraq dini inancım yoxdur. Heç bir yolda tutmuram. Dinlər uydurmadı sizə görə. Mənə görə, mən özüm müsəlman olmuşam və müsəlman ölkəsində yaşayıram. İndi Amma bir dəqiqə dinlər uydurmadı sizə görə. mənə görə dinlər uydurmadır, hə. Müəyyən dinlər, hə. Əla. Sizə görə Quran uydurmadısa, onda Quranı bilməlisiniz ki, uydurma deyəsiniz də, düz? Quran uydurma deyil. Quran dindarların, müsəlmanların belə rolu dildə desək konstitusiyasıdır. Bunu mən soruşmadım. Uydurma deyil. Qardaş, dinlər uydurmadır. Mənim üçün dinlər müəyyən yerdə hə uydurmadır. Əla. Dinlər uydurmadır demək üçün gərək dinləri biləsən. İslamı bilirsiniz? Müəyyən qədər İslamı yox. Və nətər uydurmadı deyirsin? Qoy Ay, uydurması. gözəl qardaş, adın nədir sənin? Adım Toğrul. Toğrul, mən bu kitab uydurmadır demək üçün bunu oxumalıyam da birinci, düz? Düz. Əla. İndi sən İslam dini uydurmadır deyirsənsə, gərək İslamı biləsən. Sən İslamı bilmədən nətər uydurmadır deyirsən? Qoy deyim də, izah eləyim. De. Məsəl üçün oxuyuram, görürəm ki, Əsəb surəsi 50-51-ci ayətdə Peyğəmbərin həyatı ilə bağlı danışılır. Düz. Əhzab surəsi 33-də nə deyir? Qulaq as da. İndi mən Qulaq asıram, 33-də nə deyir qardaş? Qulaq asırsan, yoxsa mən danışmayım, yoxsa düşüm? Bax, mən səndən sual çox... Mənə çox xoşdur səndən danışmaq. Sual, Əhzab 33-də nə deyir? Əhsab 30-u bilmirəm, oraya çatmamışam. Əhzab 33-ə çatmamısan, Əhzab 40-dan da 51-dən danışsa 33-ü keçib 51-ə çatırsan, ne sən? Ay, sağ ol da, onları oxuyuram da, yəni lazım olanları oxuyuram. Hə, elə? Hə, qulaq as da. Hə, bu indi dini araşdırmaq oldu, yoxsa İslamla düşmənçilik? Xeyr, Bəs əstağfurullah. bəlkə 51-in cavabı 33-dədir.
Xeyr, 33-də deyil. Hardan bilirsən 33 oxumamısan? Mən nə bildin ki, mən nə deyəcəm sənə, Mən deyirsən ki, bildim cavab sən orada. nə deyəcəksən. Deyirəm 33-də nə bilirsən cavab yoxdur. Nə deyəcəkdim? Mən deyirəm ki, Mən bilirəm nə deyəcəksən. 33-də nə bilirsən cavab yoxdur. dedə mənim cavabımı de görüm nə deyəcəkdim. Deyəcəkdin ki Allah dünyanı yaradı, bu boyda şey yaradı. Peyğəmbər həyatından niyə danışır? Mən də deyirəm ki. Yox. Yaxşı nə deyəcəksən? De görüm. Mən deyəcəkdim ki, əgər Allah Taala peyğəmbərin həyatından danışa bilirsə, Hə. yazırsa, ayət göndərirsə, bu kainatımızda gözlə görünən 2-3 dənə planetlərin adı çəkilir. Düz Qurani-Kərimdə. Yox. Necə yəni? Ulduzu çəkir, ayı çəkir, günəş çəkir. Bunu zaten insan görür, bilir. Günəş planetdir. Qardaş, 2-3 dənə 6000 planetimiz var. 2026-da onu təsdiq ediblər ki, 6000-ə yaxın planet var. Neçə planet var? 6000-ə yaxın. Nə danışırsan o qardaş? Niyə nə danışıram ki? O qardaş 6000 planet. 12 dənəsinin adını çəkə bilərsən. Qardaş, çəkə bildim, çəkə bilmədim. Yeni teleskoplarla, araşdırmalara görə mən o eşitdiyimi deyirəm də sənə. Bəlkə səhv bilirəm. Qardaş 6000. Nəysə də qardaş 5 dənə olsun, 3 dənə olsun. Nə qədər planet var? Oxu görüm. Neçə planet var? 8. 6000 nədir o qardaş? Başına dönmüsən. Qardaş Bu başına mövzu deyil. Nəsə bu qardaş qulaqsana bu normal mövzu. Hər 8 Hə, dənə. danış. Hə, yaxşı, hə. Sənlə razıyam. 8 dənədir. Necə olur ki, o 8 dənənin görünməyənlərin adı çəkilmir o Qurani-Kərimdə? Quranda ümumiyyətlə heç bir planetin adı çəkilmir. Niyə yeri göy yaratdıq? Nədən bəhs edir? Günəşi yaratdıq. Ondan sonra. Günəş planetdir, qaqaş. Qardaş, günəşi yaratdıq deyir. Düzdür. Planet olmasın, Mars, Jupiter, nə bilim, bunların niyə adı çəkilmir ki? Əgər bu Allahın kitabıdırsa, Allah bunu bilmir deyir. Qardaş, Quran astrofizika kitabı deyil. Quranda niyə adı çəkilsin bunların? Bəs yaxşı, niyə günəşin adı çəkilir, ulduzun adı çəkilir? Çünki insanların bunu ilkin müşahidəsində gördükləri və Allahın əzəmətinin onun isbatıdır bu. Ən böyük dəlillərdən biridir. Və günah şeyi... O ispat deyir ki, onu sən gözünlə gördüyün bir şeydir. Gözünlə gördüyün bir şey zaten isbatlıdır da. İsbatlı olmayan misal üçün, misal, bax, qulaq as. Misal, Veneranın Quranda adı çəkilsəydi, nə bilim, Merkurinin, yerin, Marsın, Jupiterin adı çəkilməsəydi, hə, onda deyərdin ki, Jupiterin adı niyə? Quranda ümumiyyətlə heç bir planetin adı gəlmir axı. Qardaş, ulduzun adı çəkilir. Ulduzlardan danışır, bəli. Günəşdən çəkilir. Günəş də ulduzdur da, ay qaqaş. Qardaş, günəşin adı çəkilir. Hə, adı çəkilir. Yer adı çəkilir. Yer deyə ifadə var, bəli, Quranda. Ha, bu üç şeydən başqa, əgər Allah Taala'nın kitabıdırsa bu, niyə onu Allah Taala o birisilərin də adını çəkmir? Demək nədir bu? Bir insanın yazdığı, mən Məhəmməd Peyğəmbərə pis demirəm ha, yəni hələ ona yeri gələndə qeyd edirəm ki, çox ziyalı insan olub, mənim üçün fikirləşirəm. Gözəl insan olub ki, bir elə insanları başına yığıb, cəmiyyəti yığıb başına. Amma indi bu şeylər mənim üçün, yəni necə deyim, mən çatmır da. Niyə çatmır orasını da deyim. Hızır Peyğəmbər yol gedəndə uşağı niyə öldürür? Bir dəqiqə, qardaş. Hə, istəyirəm. Deməli, qardaş, sənə çatmır ki, bu, yəni insanlar deyirsən ki, Uşağı niyə başlayır? Eləmi? Ha. Yaxşı, bəs mənə bir dənə izah elə görüm. Zariyat surəsinin 47-ci ayəsidir, bax. Zariyat surəsi 47. Biz göyü, indi burada Allah səmə deyir də, biz səmanı qüdrətlə yaratdıq və biz onu genişləndiririk. Düz? Düz. Hə, yaxşı. İndi izah elə görüm. İzah elə. 1929-cu ildə Edwin Hubble tərəfindən kəşf edilmiş... Danışığına lağlaq eləmə. Qardaş, bir dənə icazə ver. Mən də kənd uşağıyım. Bir dənə icazə ver. 1929-cu ildə böyük fizikçi Edwin Hubble tərəfindən kəşf olunan Hubble teleskopu vasitəsilə onun tələbələri kainatda genişlənmə olduğunu öyrənirlər. 1400 il əvvəl Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləm
kainatda, səmada genişlənmənin olduğunu hardan bilirdi? Gözü ilə Biz onu baxdı. genişləndirdik. Genişləndirdik yox, genişləndiririk. Genişləndirdi, yekəltdi. O başqa şey. Genişləndiririk. Yəni bu gündə o olur. Genişləndirdik yazıb, genişləndiririk yox. İndi bax, görək elə yazıb yoxsa yox. Nə yazılıb bura? Oxu. Oxu. Genişləndirdik. Sol, mən dediyimdə genişləndirdik. Arkadaş üzümdən oxuya bilmirsən? Genişləndirdik də, genişləndirdik də. Odur da, eyni şeydir qardaş. Yox, nə yazılıb? Düz oxu. Genişləndirdik. Yox. Genişləndiririk. Allah genişləndiririk. Görmürəm qardaş, Allah genişləndiririk, hə. Görmürəm, Yəni bu gün davam eləyir. Bax, bu gün də davam eləyir genişlənmə. İndi sənə sual. Peyğəmbər bunu 1400 il əvvəl hardan bilirdi? Mən də sənə bir sual. Onu Peyğəmbər Yox, genişləndirir. cavab ver sonra. Peyğəmbər bunu 1400 il əvvəl hardan bilirdi? Necə adam bilirdi? Hardan bilirdi də qardaş bunu? Gördüyü şeyləri yazırdısa, kainatın genişlənməyini gözü ilə gördü, hardan bildi? Zaman görmürdü bunu ki? Hubble teleskopu ilə tapıb. Bax, gəl göstərim. Bax, bax. Bax, qaqaş. Zaman bunu Hubble teleskopunu görürsən, Hubble teleskopu 1990-cı ildə Discovery şahidi ilə çıxarılıb bu. Deməli kütləsi 11 tondur. Əsas alətləri də infraqırmızı kamera, optik septokrak və nəsə ditokda. Yəni bu NASA'nın Avropa Kosmik Agentliyinin bircə layihəsidir. Bu 1990-cı ildə Discovery şahidi ilə çıxarılıb. Peyğəmbər bunu 1400 il öncə özü kəşf eləmişdi, yoxsa Peyğəmbər bunu gözü ilə gördü kainatdakı genişlənməni? Bu nətər oldu? Bir dənə izah elə də bunu. Xahiş edirəm. İzah elə, izah elə. Sənə bütün nə ayələr var, Əhzab 51 deyirsən, nə bilim Hızır əleyhissalam getdi uşağı öldürdüsə, hamısını izah edirəm. Bir dənə buna cavab ver. Bu məlumat bu teleskop vasitəsilə bilinib. Peyğəmbər bunu hardan bilirdi? Qardaş, Peyğəmbər özü ticarətçi olubdur. Aha. Çox yerləri gəldi. Problem yoxdur. Aha. Nə vaxt insanlarla ki, özdə sən fikirləşmə ki, o vaxtki dövrdə də məsəl üçün, indiki dövrdəki kimi düzdür, bu qədər də olmasa, o vaxtı da texnologiyada var idi, inkişafda var idi. Yəni demək istəyirsən ki, Peyğəmbər dövründə kainatın genişlənməsi var idi, Peyğəmbər də onlardan eşitdi, yazdı. Ha, niyə yazmaya bilərdi ki? Ay qardaş, sən nə qədər xətrinə dəyməsin cahilsən. Bir şey Yaxşı. deyirəm, bu məlumat, Yaxşı. bax, kainatın genişlənmə məlumatı 1929-1990-cı ildəki Hubble teleskopunun təyini ilə verilir. Bunu 1990-a kişi 20-ci əsrdə tapıblar cəmaət bunu. 20-ci əsrdə. Mən sənə deyirəm ki, 7-ci əsrdə bunu necə bildi Peyğəmbər yazdı kitaba? Qardaş, nə olsun 6-cı əsrdə də İranda o vaxt hamam düzəlib şamla yanırdı. Onu necə düzəldilər? 21-ci Hamam başa düşmüsən. Kainatda, səmada kainatda genişlənmə prosesini gözlə müşahidə etmək mümkün deyil. 1400 il əvvəldə belə bir texnologiya yox idi. Bu çəkidə ki 11 ton çəkisi olan bir teleskop yox idi ki, kainat müşahidə oluna bilinsin. Mən sənə sual verirəm ki, Peyğəmbər bunu hardan bilirdi? Deyirsən İranda hamam var idi. Hamam Piriço. Qardaş, yaxşı, Misir piramidalarını indi də bu saat fikirləşirlər ki, nə ilə qaldırırlar? İslam şeyində, Peyğəmbərdən də qabaq olan bir şey. Nə ilə qaldırırlar? Yəni, sən ona cavab ver, mən də ona verim. Cavabı var. Qardaş, mən yer üzündə olan şeylərdən danışmıram. Kainat var, səma. Sən sual vermədin ki, niyə Quranda planetlər yoxdur? Günəş var, ulduz var. Nə bilim, sonra şey var, yer var, amma o birləri yoxdur. Çünki Peyğəmbər gördüklərini yazır. Düz? Düzdür. Eşitdiklərini gördüklərini. Mən də sənə deyirəm ki, kainatdakı genişlənməni Peyğəmbər gözü ilə görmüşdü. Nətər bildi onu? Qardaş, onu yəqin ki, kimsə araşdırıb, deyib yazıb da. Nətər araşdırıb da bu 1990-cı ildə çıxıb ortaya. Bu nətər araşdırıb? Çünki bu Allahdan vəhiydir də, çünki bunu niyə qəbul eləmirsən? Nəyin tərs keçdiyi deyə bu? Nəyə Allahdan? Allahdansa yaxşı, bu qədər olan şeylər niyə olmur? Bax, cümləyə bax. Allahdansa əgər bu qədər olan şeylər niyə olmur? Bu nə cümlə? Qardaşlar Azərbaycan. Məktəbi neçənci sinifə qədər oxumusan? Mən ölüm. Mən Azərbaycanlıyam, ha.
Yox, məktəbi deyirəm neçənci sinifə qədər oxumusan? Mən 11-ə qədər. Bəs niyə danışa bilmirsən qardaş sən? Nə cür danışmalıyam səndən? Deyirsən ki, bəs Allahdan bu qədər olan şey niyə olmur? Bu nə deməkdir? Bax, bu nə cümlədir? Cümlə odur ki, deyirsən ki, bu qədər olan şeylər Allahdandır. Düz. Mən də deyirəm ki, Mən elə demirəm. Mən Allahdandır. deyirəm ki, bu Zariyat surəsinin 47-ci ayəsi Allahdan Peyğəmbərə vəhidir. Mən də deyirəm ki, o elə deyil. Sənin bəs fikrin o- elədir, mənim də fikrim elə deyil. Mən fikrim bu deyil, qardaş. Elmi müstəvidə cavab budur. Yaxşı, bundan razıyam. Deyirsən elə deyil, yaxşı. Mən səndən razı. Sənə indi sual verirəm. Elə deyilsə, onda bu Peyğəmbər, yaxşı, Peyğəmbər də deyil, Muhammed deyək. Adı Muhammeddir. Bu Muhammed. Bu məlumatı, bu kainatda səmanın genişlənməsini hardan bildi? Onu mən nə bilərəm ki, hardan bildim. Bilmədiyin şeyə, bəs bilmirsənsə, niyə görə deyirsən ki, Yaxşı, bilirdisə niyə o birisiləri? Yaxşı, bilirdisə niyə o birisiləri də yazmırdı? Nə o birisilər? Nəyi, misal, nəyi? Məsələn, o bir planetləri niyə yazmırdı? Yer, Jupiter, nə bilim, o birisi, bu birisi. Niyə yazmırdı ki, belə bir şeyimiz vardı? Əgər bilirdisə. Bax, əziz insan, bunun orada yazılmasının mənası yoxdur. Bilirsən niyə? Çünki, misal, mən sənə bir dənə vərəq yazıram. Bax, bir dənə kitab verirəm. Açırsan yazılıb ki, hukuku meyvəsi çox dadlıdır. Bunu oxudum. Bu mənası var sənin üçün? Yoxdur. Niyə? Çünki sən bunun nə olduğunu bilmirsən. Düz? Məhəmməd Peyğəmbər bilirdi, Jupiter nədir? Bilmədiyinə görə yazılmayıb da elə Quranda. Bəs mən də deyirəm ki, Allah Taala'nın kitabı olsa, Allah Taala onu göstərər də, bildirər. Öz-özünə cavab verdi aşağılar, diqqət etsən. Bax, deyirəm ki, cəmiyyət, Peyğəmbər bunu bilmirsə, Allah Quranda bunu niyə yazsın? Oxuyacaq, görəcək ki, bu bilmədiyim şeydir. Deməli, Allah insanların bildiyi şeylərin çərçivəsində insanlara məlumat verir. Sağ ol. Bəs mən də onu sənə başa sallam ki, əgər sən dediyin kimi olsaydı, Məhəmməd Peyğəmbər əgər Allah tərəfindən göndərilmiş kitab olsaydı o, Quran-ı Kərim. Quran-ı Kərim çox güclü kitabdır ha. Mən onu bir qəşət Bunu bilirəm. keçdiyə cümləvi davam elə, hə, olsaydı. Onu əgər bilmiş olsaydı, o birisiləri də yazardı da. Qardaş, Göndərərdi də. Niyə deyirəm bilsin sənə, ki, olmasın ki? sənə mən deyirəm ki, cəmiyyətin bilmədiyi şeylər, məlumatlar barəsində eşitmədiyi ifadələri Allah orada niyə yazsın? Cəmiyyət bunu zaten bilmir də. Bugünkü gündə Allah bəs niyə icazə verir bilmədiyi şeyləri indi cəmiyyət bilir? Bu zaten Quranda yox idi ki, bu insanların öz tədqiqatı ilə çıxıb ortaya. İnsanların öz tədqiqatı ilə çıxır, düzdür? Hə. Quran-ı Kərim də insan yazıb da. O da insanların öz şeydə bildiyi fikri, elmi, savadı da yazıb ora. Bunu necə əlaqələndirirsən ki? Deyirə sənin dediyin kimi də. 1400 il əvvəl insanlar bunu necə yazdı ora qardaş? 500 il əvvəl sən nə bilsən ki, insan yəni savad olmayıb, elm olmayıbdı. Çünki bugünkü müasir elm bunu deyir ki, 1400 il əvvəl insanların misal üçün galaktikalar haqqında o qədər bilgisi yox idi. Sağ ol. Aha. Yoxdur. Ha, yoxdursa Quranda nətər var? Yoxdursa demək ki, Quran-ı Kərimi yazan bir savadlı, ali, bir insan olub, sərkərdə olub. Dilimizlə deyirik ki, 1400 il əvvəl Quran-ı Kərimdə bu şeyləri yazan elə bir insan yox, yaşamayıb tarixdə. Başa düşdün? Belə bir adam olmayıb. Quranda bu şeylərin olmasının səbəbi nədir? Necə olur ki, Quranda var bu? Vallahi siz dediyinizə görə ki, Allah Teala ayətlər göndərib, məlum olub Yaxşı, biz yazılır. indi səhv deyirik. Sən nə deyirsən? Sual verirəm sənə. 1400 il əvvəl bu Muhammed adında ərəb, sərkərdə, böyük şəxsiyyət bu məlumatı hardan bildi yazdı ora ki, səmada geniş, kainatda genişlənmə var? Bunu hardan bildi? Ay qardaş, bu günlərim sən dediyin kainatı genişlənməyə nə ilə araşdırdılar? Nə ilə tapdılar? 1990-cı ildə bəyək göstərdiyim Hubble teleskopu. Teleskopla. 1990-cı ildə bu teleskop 1990-cı ildə tapılıb qaqaş. Ay qardaş, nə dəxlisi var ki, 90-cı ildə tapılıb. Vaxt vardı ki, insanlar havanı Yaxşı qaqaş. Elnur salam, xoş gəlmisən qaqaş. Salam aleyküm.
Üzülürsən, mən müsəlmanam abi. Mənim dünənlərim yanımda bir qardaş var idi, burada tanış olduğum. Ateistdir. Dini yoxdur da belə izah edeyim. Çox gözəl 2 dənə sual verdi, açığı mən də cavabsız qaldım. Heç bir cavab tapan mənim. Ateist gözəl sual verdi. Subhanallah. İlk dəfə görənlər ekranı bəyənsin. 1 milyon eləyə inşallah. Buyur. Yəni həqiqətən gözəl sual verdi. Biraz da elmi sual verdi. Dedi ki, Allahın Quranda deyir ki, biz insanları azad iradəli yaratdıq, düzdür? Harda deyir? Qardaş yoxa çıxdı. Bəlkə mən danışım. Yox, gəlsin söz. Səsim gəlmir abi. Səsin indi gəlir. Buradan çıxıb Üzülürsən. Bəzi surələr var da buna aiddir. Allah Quranda deyir ki, biz insanları azad iradəli yaratdıq, azad seçimli yaratdıq. İndi açıq aydın Nümunə bir də ayə denən zəhmət olmaz. Məsələn, İnsan surəsi 3-cü ayədə deyir ki, biz onlara yolu göstərdik. İstərdilərsə şükür etsinlər, istərdilərsə nankar olsunlar. Hə, bu cürnəkə azad iradəyə dəlalət eləyən, işarə edən ayələr. Açıq aydın deməsə də ona siz demiş dəlalət verəcək bir Bundan şey deyil. razıyam. Bəli, biz zaten belə qəbul edirik ki, insanlarda Allah insanların etdiyi seçimlərə qarışmır. Aha. Burada deyir ki, yəni biz istərlərsə şükür etsinlər, istərlərsə nankar olsunlar. Yəni burada insanın azad iradəli olduğunu bir növdən deyir, deməyə çalışır insanlara. Bəli. Amma məsəl üçün bir insan A və B qarşısında bir seçim var da. Allah əvvəlcədən, yəni bəzi surələrdə deyir ki, Allah hər şeyi əvvəlcədən bilir. Sənin nə edəcəyini bilir, düzdür? Yəni Allah əvvəlcədən hər şeyi bilirdi. Onda Sual biz necə azad nədir iradəli bilirəm? Cavab olmalıyıq? verim. Bəli. Cavab budur ki, bizim edəcəyim, bax Allah hər şeyi əvvəlcədən bilir məsələsi birinci növbədə xətalı sözdür. Çünki əvvəl, sonra bunlar zamana aid. Çox üzr istəyirəm. Axı ayədə deyir ki, Allah ölümə qədər və ölümdən öncə olacaq hər şeyi bilir. Hansı ayədə deyir? Çox üzr istəyirəm. Bir dəqiqə baxıb həmin deyirəm. Baxdı. Eyni mövzulardır. O qədər eyni. İnşallah bir də ekran bəyənin də. Bir də bizi xahiş edirəm. Takip eləməyənlər buradan səhifəyə takip atsın. Bəqərə surəsi 255-də deyir abi. İnsanların ölümünə qədər və ölümdən əvvəl olacaqları hər şeyləri bilir. Səhv etmirəmsə o idi. Bismillahirrahmanirrahim. Allah la ilahe illa huvel hayyu al qayyum. İlah yoxdur, yaşayandır, qayyumdur. Onun əmrgün nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa ona məxsusdur. Onun izni olmadan onun yanında kim havadarlıq eləyə bilər? O, gələcəyini və keçmişini, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar onun elmindən, bu ayənin bu hissəsini deyirsən. Bəli, yəni gələcəyini və keçmişini bilir. Hə, burada ümumiyyətlə ölümdən danışmır, amma yenə də Allah hər şey gələcəyini və Yox, onun keçmişini mənə bilər. dediyi şey dedim. Yəni o mənə necə deyibsə elə etdim. Açıq mən baxmamışam ayəyə. Müntəzir, babat pul qırırsan din deyə. Deməyə qaqaş, bizən pulu balta kəsmir. Hə qaqaş, hə. Yəni mən açığı baxmamışam o ayəyə. Dünənlərim uşağın özü mənə dedi. Burada tanış olmuşuq. Bəs Hə, Allah hər şeyi biləndir, qardaş. Biz bunun əksini Təbii ki, onu mən də Allah bilirəm, Əzzə və Cəl elhamdülillah. hər bir şeyi biləndir. Bütün Allah Əzzə və Cəl zamanı zaman edən, məkanı məkan edən, məxluqu məxluq edəndir. Allah Əzzə və Cəl səbəbi səbəb, nəticəni nəticə edəndir. Elhamdülillah. İşləri icra edəndir. Sonra deyir ki, məsəl üçün qarşımızdakı seçim var. A və B seçimi, düzdür? Əgər insan beyni şüurlu şəkildə onu seçməsi üçün beyində neçə dənə neyronlar var? Neçə milyon dənə neyron var? İndi mənim elmim o qədər də 100 milyarda yaxın neyron var, hə. 100 milyard olsun. Məsəl üçün insan onu şüurlu şəkildə seçmək üçün beynində neçə dənə neyron fəaliyyətə keçir də, insan beynində hərəkətə keçir. İnsan şüurlu şəkildə onu seçir. Bəs onda buna necə şüurlu seçir? Azad iradə deyə bilərik ki, Allah əvvəlcədən bunu bilir də. Məsəl üçün Allah bilir ki, biz bunu B seçirik də, düzdür? Beyni seçəcəyik. Biz sonradan şuurumuzla onu A-nı seçsək, burada Allahın ayəti və Allahın bildiyi səhv olur, yoxsa insan səhv olur? Əvvəla sən belə bir şey eləyənmərsən ki, Allah sənin beyni seçəcəyi bildiyi halda sən A-nı seçəsən. Onda azad iradəli deyilik. Sən A-nı seçsən, yox, izah eləsəm, icazə verirsən, izah eləyim. Əstəğfurullah. Sən A-nı seçsən, Allah Əzzə və Cəl sənin üçün təşəkkür edirəm həqiqi üçün. Uşaqlar atmayın. Sonra deyəcəklər dindən danışırsan, nə bilim dini şey eləyirsən, belə Allah razı olsun, Allah malımıza, mülkümüzə bərəkət versin. Qardaş, vallahi atmayın, ehtiyac yoxdur. Hə. Deməli qardaş, eşidirsən məni gözəl qardaş? Bəli, buyurun. Bax, Allah Əzzə və Cəl bir işi bilmə. Ümumiyyətlə birinci növbədə burada iki məsələ izah olunmalıdır. Birinci məsələ nədir? Birinci məsələ budur. Allah Əzzə və Cəlin işləri bilməsinin səbəbi
baş verəcəkləri bilməsinin səbəbi, sənin edəcəyin seçimləri bilməsinin səbəbi, bax cümləmə diqqət elə, burada həll olacaq. Buyurun. Allahın sənin seçimlərini, anı və ya beyni seçəcəyini bilməsinin səbəbi sənin onu seçəcək olmağındır. Aydın? Aha. Bax, indi burada bir dənə də açma var, onu da açıram. Sən, Elnur, zaman daxilindəsən. Allah zamana daxil deyil ki. Təbii ki. Zaman içində sən bir iş icra etdiyin üçün, sənin üçün edəcəyin işlər sonrakı işlər olur. Düz? Düz. Əla. Allah o zamanın xaricində olduğu üçün, Allah üçün sonrakı iş olmur o. Düz? Düz. Bir zaman Elnur dünyaya gələcək, 30 il yaşayacaq, bir iş icra edəcək. Allah üçün belə deyil. Allah üçün artıq Elnur var və Elnur bu işi icra edir. Düz? Düz. Ona görə Allah keçmiş, gələcək məsələlər Allah üçün hər şey indidir. Ona görə Elnurun etdiyi seçimlər Allah üçün bilgi olaraq Allahda vardır. Və Allahın onu bilməsinin səbəbi Elnurun zaman içində bunu edəcək olmasıdır. Aydın? Aydın. Bir dənə də cümlə var. Bax, diqqət elə, bundan bitirirəm. Buyur. Allahın bir şeyi bilməsi bizi nəyəsə məcbur etmir. Allah bildiyi üçün biz onu etmiş olmuruq. Biz onu edirik deyə Allah bilir. Aydın? Axı etməmişik. Əvvəlcədən bilirsə, deməli etmədiyimiz halda Baba, bilir. əvvəlcədən bilir sözü var ha. Aha. Allah'ı neynədir? Zamana saldı. Bilmem. Biz dedik axı Allah üçün əvvəlcədən, sonradan, indi hər şey Allah üçün baş verib. Düz? Aha. Ona görə əvvəlcədən bilir söhbəti yoxdur. Allah üçün Elnurun 100 ildən sonra dünyaya gəlib pislik etməsi ilə dünyada olmaması arasında zaman bir dilimi yoxdur. Allah Elnurun pislik etməsini oturub gözləmir. Allah üçün bütün işlər baş verib. Ona görə də Elnurun icra etdiyi işlərin bir məsuliyyətini özü daşıyır. Niyə? Çünki zaman daxilində seçimi özü edir. Allahın bilməsinin səbəbi də Elnurun bunu edəcək olmasıdır. Elnur etdiyi üçün Allah bilir. Başa düşdün? Yəni bizim sonradan edəcəklərimiz, məsələn, mənim 20 il sonra getdim, Allah iraq eləsin, maşınla bir insanı vurdum, öldürdüm. Yəni bu Allah üçün bu iş 20 il sonra olmadı. Artıq baş verir. Tamam. Yəni bu Allahın əvvəlcədən mənim, necə deyim, türklər demişkən, alın yazı. Alın yazım deyil də. Xeyr, alın yazı Allah deyil. tərəfindən belirlənmiş bir şey deyil. Yəni Allah eləmədi, mən elədim. Bax, qaqaş, nümunə çəkim. Buyur. Misal, saat neçədir bir dəqiqə telefonunda? Bu dəqiqə bizdə 23:38-dir. 20:38-dir. Günəş, mən bugün fizikalist əsasından günəşin neçədə çıxacağını bilirəm. Təbii ki. Bilə bilərəm. İndi mən götürdüm, yazdım bura ki, 06:30-da gün çıxacaq. Gün çıxmayıb ki hələ. Yox. İndi mən bunu bildiyim üçün bura yazdım, yoxsa mən onu bura yazdığım üçün günəş məcbur olub çıxır, yoxsa bildiyim üçün yazıram? Bildiyim üçün. Əla. Allahın işləri bilməsi bu cürdür. Yəni Allahın bilməsi bizi məcbur etmir. Biz edəcəyik deyə Allah bilir. Yəni məsələ bizdən asılıdır. Biz seçirik, Allah üçün bu işlər biz seçəcəyik deyə var. Başa düşdüm onu. Əla. Yəni başqa bir sualım var, bir dənə də qısa bir sual verim olar. Buyur. Allah ayədə hansısa Quran ayəsində, indi onu yenidən baxmam üçün baxmalıyam. İnternetdən baxıram da mən onlara, mən açıq ayədə Qardaşlar, atmayın hədiyyəli, xahiş edirəm, atmayın, minnətdaram. Allah malınıza, mülkünüzə bərəkət versin. Çox sağ olun, təşəkkür edirəm. Buyur qardaşım. Allah Quranda deyir ki, açıq aydın mən indi həmən ayəni bilmirəm, amma istəsəz sizin üçün baxa bilərəm. Allah Quranda deyir ki, biz Adəmi və ya onun timsalındakı bəzi insan övladlarında, Allah insan övladından bəhs eləyir. Deyir ki, xüsusi bir şəkildə yaratdıq. Yəni məsəl üçün xüsusi bir şəkil nə deməkdir? Məsələn, mənim bədənimdəki xromosomlar Quran-Kərimdə yaradılış 2 hissədən ibarətdir. Biri cəalə feilindəndir, biri xaləqə feilindəndir. Sənin dediyin o ayə xaləqə feilinə qayıdır. O nədir? O insanın ruhunun xüsusi yaradılışıdır. İnsanların ruhu xüsusi yaradılışdır. Cismani məsələ deyil o. Yəni bizim cismimizdən söhbət eləmir o. Bax, diqqət eləsən insanlar anadan oluyor. Bitirirsə danışım istəyirsə. Buyur. Yəni xüsusi olaraq yaratdı deyir. Xüsusi olaraq yaradılış nədir? Məsəl üçün mən xüsusi olaraq yaradılmışamsa, mənim necə deyim, bədənimdəki, mənim yaradılışımdakı primatlar, elmi dillə primat deyilir deyəsən. Səhv etmirəmsə, siz daha yaxşı bilərsiniz. Sən diqqət elədin ki, mənim cavabıma qulaq astın. Qulaq astım.
Mən dedim ha, bax orada xüsusi olaraq yaradılmaq demək fiziki yaradılışdan getmir. Fitri olaraq ruhsal yaradılışdan gedir. Amma orada fitri və yaxud başqa şey demir. Direkt yaradılışdan bəhs edilir. Bax ondan da əvvəl sənə dedim axı Quranda iki cür yaradılış var. Xaləqə feili ilə bir də cəalə feili ilə. Xaləqə feili ilə gəlir sən dediyin ayədə. O da insanın özü, yaradılışı özü. Quran da insanın təşəkkür etməyi üçün özünə, yəni onun ruhuna deyir. Yaraşdı bu arada uşaqlar. Belə baxın, sualımı verməyə bir şey qalmadı. Yəni cavabını indidən aldım mən. Yəni Onda deyirsən əşhədü ən la Abi mən ilahə elhamdülillah müsəlmanam, şiəyəm mən, elhamdülillah. yox da bir dənə təkrar elə qardaşım. Əşhədü ən la ilahə illallah. Əşhədü ən la ilahə illallah və əşhədü ən Və əşhədü ənnə Muhammeden Rasulullah və əşhədü və əşhədü ənnə əmirəl müminə Əliyyən Vəliyullah. Allah yezdə lənət eləsin. Amin. Allah yezdə lənət eləsin. Mən də şiəyəm. Yəni sənə xətibə yenə də dedim, fərqli istədiyim vaxt deyərəm o sözü. Allah elmi və bərəkət versin. Çox sağ ol. Suallarıma kamil cavab aldın qaqa? Təbii ki 100%. Mən də səndən bir icazə alım. Ekran kayd elədim. Bunu səhər ona göstərmək üçün icazəm var. Problem yoxdur. Doktor, Allah köməyin olsun. Onda bir dənə bu davam eləyir ekran kaydı. Ekran kaydı davam edir. Salam əleykum qaqaş, özün də canlıya. Sağ ol abi. Azərbaycan dilini bilmir. Ona Hə, görə. nə dildə Mən ona şey eləyəcəm. Uğurlar. Türk ingilis qarışıqdır. Mən Kipirdə yaşayıram. Ona görə. Tamam. Çox sağ ol. Sağ ol. Qızıl qrup, buyur qardaş. Salam aleyküm, hər vaxtınız xeyir. Salam, hər vaxtınız xeyir. Mənim qardaş sualım Mehdi zuhuru ilə bağlıdır ki, yaz qardaş bu Əzəlallahu təala. necə baş verəcək, hansı hallarda? Çünki məsəl hədislər var, göydən səs gəlməlidir, qılıncla qiyam eləməlidir. Bu dövrdə necə qılıncla qiyam edəcək? Hələ son vaxtlar bu TikTok imamlar da çıxıb təzə dindir. Özlərinə imam deyir. Qardaşa deyirəm ki, bunu çıxardaq ringə, bəyətər döyüşəcək, dünyaya qarşı döyüşən adam. Bu video xad ola bilməz. İndi biraz zarafat yanı da edirəm də, belə deyim də. Siz müsəlmansınız? Mən müsəlmanam ha. Qurani Kərimin kontekstinə və digər ayələrə baxdıqda görürük ki, Oxumuşam. hədislərə baxdıqda görürük ki, İmam Məhdi Əcəlallahu Teala Fərəcəh Şərifin qeybdə olduğunu Quran kontekstində bilirik. Hədislər əsnasında da zuhru necə baş verəcək? Bu bizim əlimizdə olan sahih hədislər. Sənə bir dənə sual verməlisən qardaş. İmam Mehdi doğulacaqmı yoxsa əzəldən var mı? Birinci sualıma cavab verim. İmam yaşayır qardaş. Doğulacaq yox. Doğulur. Bəli. Yəni onda belə sizin imam 1400 yaşı var da sənin deməyinlə belə çıxır. Bəli. 11-ci İmam Həsən. Onda Həzrət İsa'nın 2 milyon yaşı var qardaş. Həzrət İsa indi göyə qaldırıb da imam amma sən yaşayır da belə. Fakt dünyada İmam da yaşayır. Həzrət İsa necədirsə eyni misaldır. Onda o da göyə qaldırıb da demə. Bəli, Quran kontekstinə görə zaten. Onda göydən düşəcək də belə. Sənin deməyindən göydən düşəcək. Sözün açığı. Həzrət İsa göyə qaldırıldığı demir Quranda, Həzrət İsa'nın. Quranda belə bir ayə yoxdur biz İsa'nı. İsa elə bəlli deyil ha. Yəni elə adam var İsa'nı qəbul edir ki, İmam Mehdinin arxasında namaz qılacaq. Qardaş, Qurana qəbul edirsiniz. Əlbəttə ki, edir. Quran kontekstinə görə İsa əleyhissalam qeybə çəkilir. Səhv eləmirəmsə, hə, orada misal üçün var ki, Quranda açıq ayə var. Hə. İndi İsa əleyhissalam ölməyib ki. Quran deyir ölməyib. İndi İsa əleyhissalamın 2026 yaşı var. Belə çıxar 2026 yaş var da. Onda niyə İmam Məhdi Əcəlallahu Teala Fərəcəh Şərifin olmasın? Mən demədim, yox ki, səndən soruşuram. Ki 1400 yaş var. Hə, cavab budur ki, bəli. Onda göydən düşəcək də belə sənin deməyindən çıxır. Xeyr, göydən düşəcəkdim. Mənətər olacaq qardaş. İsa bilir ki, göydən düşəcək. O bəllidir. Hədislərdə elədir. Yox, hədisdə elə şey yoxdur. Hədisdə var ki, misal üçün hansısa məscid minarəsinə düşəcək. Hədis mən minarəyə düşməli. İmam Mehdiyə kömək eləmək üçün minarəyə düşəcək. Elə bir hədis var. Hansı minarə yadımda deyil. Yahudilərlə müharibədə. Bir də bu imamın qılıncla qiyam minətər olacaq qardaş. Bu dövrdə necə olacaq? Qardaş, bir dənə mənə izah elə də İsa əleyhissalamın göydən enəcəyinə dair hədis harda gəlir? Hədisdə var. İndi mənim ağlımda deyil də hansı hədisdə. Oxumuşam o hədisi. Tamam, bunu keçdim. Hə. Mən deyirəm ki, İsa əleyhissalam göydən gələcək deyə Şiədə belə bir etiqad yoxdur. Bu bir. İkinci növbədə İsa əleyhissalam qeybdədir. Qeyb biz üçün göy deyil, qeyb bilinməzdir. Bilinməyən şey qeyb deyilər. Yəni qeyb maddəsel olaraq agah olunmayan şeylər qeybdir. Biz üçün məlum olmayana deyirlər qeyb. Yəni İsa göydə deyil demək istəyirəm. Xeyr, göydə niyə olsun?
Allah göydədir ki, o da göydə olsun. Müntəzir 10 saniyə bağışla. Ay qaqaş, zühuru bir dənə izah edir. Zühur nə məna verir? Nə açıqla bizə? Ya qardaş biz başqa söhbət edirik. Zəhmət olmasa biz sizə verərdik. Əziz qardaş, hə. Göydən hədisin adına yalan danışsan da zühur Yalan danışma, qardaş, niyə edəcək. anlayırsan mən? Göydən enəcək demir də Bax zühur qardaş, edəcək. 5 dənə Yalan şey danış. var ki, az qardaş mən bir şey aparıcıdan danışıram, müntəzirlə danışıram. Zəhmət olmasa müdafiə. Bir dənə hədisi Beş dənə- müntəzir danışsın, dindən danışsın, Axırda özündən danışaram. danışmasın. 5 dənə qardaş deyirlər şey var. Beydada çölün batması, düzdür? Mənim ağlıma nüvə gəlir. Sonra qılıncdan qiyam var. Misal üçün bilmirəm sən onu nətər qəbul. Göydən səs var. Nəfsi zəkanın ölməsi bir də Yəmənin qiyamı. Bunlardır. Mehdinin qiyamından əvvəl. Düzdürmü? Bu Şeyx Tusin əl-Qeybəsində biraz başqa cür gəlir. Hə, deyin, aha. 5 dənə. İndi qardaş bu qılıncdan necə qiyam eləyəcək bu 1. 2 Beydadın çölün batması nüvə ilə mi əlaqələndirilir? 3 göydən səs gəlməlidir. Bu göydən indi Cəbrailin səs gələcəkmi? Misal atasının anasının adı deyilməlidir. Bax bunları deyirəm. Suallarım bunlar. Necə bu qılıncdan qiyam eləyəcək? Nüvə mi patlayacaq? Nə olacaq qardaş? Onu görün nüvə atılsın. Nüvə məsələsini bilmirəm, birincisi. İkincisi, Şeyx Tusin əl-Qeybəsində qılıncdan qiyam eləyəcək, belə bir şey də bilmirəm. Mən bizim kitabda belə şey yoxdur. Üçüncüsü, İmam çox hədis var bu barədə. Yəni mənbələrdə əlimizdə çox şey var. İmam qeybin əlamətləri və qeybin xüsusiyyətləri. Əgər bilmək istəyirsinizsə, lap deyək ki, qılınc, bu barədə görüş budur ki, imamın mövcud ordusu var ki, o tamamlanandan sonra imam zuhr edəcək. İmam zuhr etdikdən sonra qiyam başlayacaq. Qiyam başladıqdan sonra bütün dünya İslam hökumətinin idarəçiliyi altına alınana qədər, imamın idarə edəcəyi ölkələrin idarəçiliyi altına alınana qədər qiyam davam edəcək. Və imamın qiyamı zamanı istər nüvə atılmır, nə atılsın, atılsın, fərqi yoxdur. Yox, mən onun qiyamından əvvəlini soruşurdum. Aydındır. Bir iki dənə də misal sualım var ki, deyirlər ki, imamı çox adam qəbul etməyəcək, ona qarşı çıxacaqlar. Əsas dini alimlər 12 minə müaməli çıxacaq imamın qarşısına. Ey Fatimənin balası, biz səni qəbul etmirik. qəbul etmirik. Bəs imama birinci çıxacaq dini alimlər olacaq. İndi mənim sənə bir dənə sualım var. Bir mömin kimi, mömin qardaşlarım, insan bir Mən mömin oldum. Hə, müsəlman kimi. İmam Mehdi gəldi deyək, misal üçün. Abdus sənə əmr elədi ki, vur bu dini alimin boynunu. Onun boynunu vura biləcəksən, hansı ki təqlid elədiyin. Təqlid elədiyin. Vuraram qardaş. Hə, kimi desə vurarsan da, ifso. Tova. Hə, bir dənə niyə də deməyəsən ki, mən bunu niyə vururam da, bildiyin nədir hə? Hansı ki, sevdiyin alim da, bildiyin nədirəm? Sənə çox çətin ola bilər o alimi vurmaq. Hansı ki, qulaq assın alimdir. İndi ada çəkmək istəmirəm. Heç belə tərəddüd eləmərəm. Hə? 1 qram da tərəddüd eləmərəm. Hə, aydındır qardaş. Onda hə biraz onda biat məsələsi asan olar. Məsələn, hə mənsə biraz ola bilər, biraz baxmadı. İndi kiməsə qulaq asıramsa, deyər ki, sevdiyim adamda, mənsə bunun boynunu vur, bir balaca adam istər-istəməz niyə deyər də? İmama? Yox, içində deyər də. İndi imama deyər bilməyəsən, əlbəttə. İmam sənin içində dedikləri Höccət şəxs nə deməkdir, bilirsən? Höccətli şəxs? Hə. Qardaş bir şeydir. Biz başqa söhbət edirik, zəhmət olmasa. Bu qardaş şey aparıcı yoxsa şeydir, nədir ona? Sən münafiqlik eləyirsən, başqa söhbət eləmirsən. Özün müsəlman kimi tanıdırsan, münafiqlik eləyirsən. Sən mənim münafiqliyimi harda gördün ki? Elə münafiqin yekəsisən, bax bu dəqiqə danışırsan. Münafiq birincisi özünsən. Mənim əzizim, mən münafiqsən də, özün müsəlman kimi təqdim edirsən. Mən müsəlmanam. Hədis dediyin yalancı çıxdın bir. Gətir görüm hansı hədisdədir, gətir görüm. Tanıyırsan, cavab. Yox, tanımam məni, mən danışığından onun qiymətini qoyuram da. Yox, sən gətir görüm hədisi ki, səmadan göydən enəcək. Gətir hədisi deyim halaldır. Yox, qardaş, mən şey müştəri zatdır, mənə qiymət qoy. Hədis gətir görüm, dedin ki, hədis var da göydən enəcək. Gətir hədis var, əzim, bilənlər zəhmət olmasa yorumda yazsın ki, İsa'nın bilənlər sənsə nə iddia eləyir? Yox, mən bilirəm deyirəm. Qızıl qrup, sənin adın nədir? Anonim girmişəm qardaş mən. Adımı demə, anonim girmişəm. Hə, başa düşdüm. Siz ümumiyyətlə dini inancınız İslamdır dediniz, düz? Bəli, bəli. Hansı etiqaddasınız? Şiə etiqadı. 6-cı imamın adı nədir qardaş? 6-cı Hüseyn, məsələn, gözlə bizə saniyə. 6-cı Səfər olmalı. Yox, özümü niyə yoram qardaş? Eləyəzə birdən bir sual Səfərimiz Səfər olmalıdır, səhv eləmirəmsə. İmam Cəfər Sadiq əleyhissalam. Səhv eləmirəmsə. Allah Muaviyə lənət eləsin. Eləsin. Allah Yezidə lənət eləsin. Mənə də eləsin, Əbbaqirə də eləsin, şeyə də eləsin. Yox, indi dəyərlərə. Yox, ya ora qədər GSS hamısı eləsin. Qardaş, sən bu birdən birə versin ona görə. Niyə qardaş? Qardaş soruşum da həyəcanlanma. Həyəcanlanmamışam. Niyə həyəcanlanmıram? İndi bizə saniyə müntəzir bağışla.
Sən bir dənə imamdan dəlil gətir ki, Abu Bakr Ömərə, Osmana lənət oxur. Bir dənə imamdan dəlil Ehtiyac gətir. yoxdur, mən oxuyuram. Mənə görə İmam Əlinin Şimdi haqqında sən İmam Əlin dəlil lənət oxuyub, İmam Hüseynin oxuyub, İmam Həsənin oxuyub, İmam Musa Kazımın oxuyub, İmam Badının oxuyub, İmam Cəfərin oxuyub, İmam Təqin oxuyub, kim oxuyub? Niyə fitnə yaradırsan burada? Fitnə yaratmıram. Yox, əzizim, mənə sual verir ki, eləsin, dedim eləsin. Sən indi söz deyirəm də, sual verirəm. Abdullah, deməli, bax deyək ki, mənim atam rəhmətə gedib də, Allah bütün atalara can sağlığı versin. Mən atamı bastırıram. Orada mənim qardaşlarım gedirlər mal dövlət davası edirlər. Orada peyğəmbər öləndə, İmam Əli onu bastıranda, hansı ki Ömər onu qoyan, qaçan, müharibədə qoyub qaçır da peyğəmbər, hansı ki Əli vuruşur da. Orada haqq hesab edirdilər ki, kim hakimiyyətə gələcək. Öz aralarında Əbbəkir, Ömər, nə bilim kimlər, başqa kimlərlə. Axırda Allah getdi yəsinə verdi. Səsim gəlir? Hə. Orada peyğəmbər ölüb, bu peyğəmbəri bastırırlar. Ömərdir, Əbbəkir düşüblər hakimiyyət dalınca ki, kim hakimiyyətə gələcək. Ayıb da, sən elə bir Allah uzun versin. Allah rəhmət edib qardaşların orada mal dövlət davası, sən də atağa bassın. Əlbəttə lənət oxuyarsa oxumarsan elə qardaşlara. Lənət olmayan demirəm. İmamı höccət bilirsən özünə. Əlbəttə söz. Qardaş. Hayca. Bizim mövzumuz canlı kontekstində. Ya qardaş məni günahlandırdı. Yəni suallarımı bildiyim qədərilə biz suallarıma cavab verdik. Bizim canlı kontekstimiz, yəni ateizm üzərindədir. İcazə verirsiniz ateistlərlə söhbətimizə davam edək. Oldu qardaş, oldu. Uğurlar. Uğurlar abi. Hər bir şey gətirmədin ha, yəni bir. Davay müntəzir etmirəm. Sağ ol abi. Salam mı qardaş? Aleykəssalam qardaş. Hə qardaş, mənim bəzi suallarım var sənə. Belə neçə vaxtdır sənin canlılarına baxıram. Açıq bu canlıya qədər sənə olan fikrin biraz başqaydı. Bu canlı biraz necə deyim, savadı olmayan insanlarla biraz lağlağa eləməyin zadın, yəni biraz məncə sənin dinivə çox da uyğun məsələ deyil. Nəyə görə? Çünki insanları cəmaatın içində burada az adam yoxdur. Onların içində elə bir onun biraz aşağılamaq kimi yəni çıxdı. Mən belə gördüm. Bəlkə sənin üçün düzgündür. Bu yayıma kimi yaxşı fikirləşirdin, indi yox, hə? Yox, yəni mən yaxşı ya da pis fikirləşməyim olsa, yəni nə isə dəyişmir. Yəni sən özün maşallah hər şeyi yəni dərk etmiş adamsan. Mənim bəzi suallarım var, yəni nə ateist kimi, nə dindar kimi. Buyur. Yəni əgər uyğundursa verim suallarımı. Buyur. Yəni qardaş, mən məsəl üçün də bir şəxsəm, dinlə maraqlanmaq istəyəndə mənim qarşıma məsəl üçün də indi X bir adamdan, müsəlman olduğunu iddia edən bir adamdan nə soruşanda, yəni istər-istəməz adama sual verəcəklər ki, məsəl üçün sünni, şiə. Yəni bu ayrımı eləmək məcburiyyətindəyəmi? Mən yəni ola bilməz ki, mən prosta müsəlmanam. Yəni nə şiəyəm, nə sünniyəm, prosta müsəlmanam. Ola bilər. Yəni mən bu məlumatları almaq üçün nə sünni, nə şiə olmayıb. Məlumatları almaq üçün bəs yəni bu suallar kimə verməliyim? Ya sünnidir müsəlmanların, ya şiədir. Qardaşım, bax. Birinci növbədə biz müraciət eləməliyik hara? Allahın nazil etdiyi kitaba. Düz, Qurana. Qurana müraciət edirik. Niyə? Qurana müraciət Allaha müraciətdir. Düz, razısın. Bəli. Biz Quran-ı Kərimə müraciət edirik. Quranı başlayırıq araşdırmağa. Oxuyuruq. Görürük ki, Quranın içində praktik əməllər var, əqidəvi məsələlər var, üsul-i-din var, firu-i-din var, və s. var. Cüzlə sintez olunmasında praktiki əməllərin icrasının necəliyi var. Mən bunları necə icra edeyim? Və s. İndi mən Quranı başlayıram oxumağa. Görürəm ki, Quran məni hara yönləndirir? Quran deyir ki, itayət edin Allaha, itayət edin Rəsula və əmr sahiblərinə. İndi mən Qurana müraciət, itayət edin, yəni müraciət edin. Mən müraciət elədim Allaha, yəni Qurana. Düz? Əhsən. Sonra nə deyir Allah? Deyir, itayət edin hara? Müraciət edin hara? Rəsula və əmr sahiblərinə. Düz? Əhsən. İndi mən Qurana müraciət eləmək, Allaha müraciət eləməkdir. Bəs Rəsula və əmr sahiblərinə itaət eləmək nədir? Mən də başlayıram araşdırmağa. Görürəm ki, mən deməli Qurana itaət etməklə Allaha itaət etmiş oluram. Əməllər üçün də icra, praktik əməllərin icrası üçün də müraciət etdiyim hədislər, təfsirlər, təfsilatlar və digər elmi əsaslar Rəsula və əmr sahiblərinə itaətdir. Çünki Allah Taala deyir, Rəsul sizə nə versə onu götürün. Rəsulun bizə nə verdiyini biz hardan bilirik? Açıram tarixi kontekstdə, araşdırma aparıram. Şiəni də araşdırıram, əhl-i sünnəni də araşdırıram. Əqidə əsası olaraq. Niyə? Çünki şiə də özünə müsəlman deyir, əhl-i sünnədir. Düzdür. Ümumi məğzdə əhl-i sünnə və şiə müsəlmandır. Ümumi məğzdə. Amma
məsələnin dəlilinə, təfsilatına düşdükdə görürük ki, bir çox məsələlər var. İndi burada ixtilaf yaratmaq istəmirəm. Canlımızda 3200 insan var. Amma hər bir halda biz Qurana müraciət elədikdə Quran bizi yönləndirir Rəsula və əmr sahiblərinə. Mən Rəsula və əmr sahiblərinin kim olduğunu araşdıraraq baxıram ki, Rəsul özü bizi yönləndirir hara? Qurana və əmr sahiblərinə. Hə, əmr sahibləri kimdir? Quran kontekstinə görə əmr sahibləri Əhl-i Beyt əleyhissalamdır. Niyə? Çünki Quran mənə izah edir ki, əmr sahibləri ədalətli olmalıdır, əmr sahibləri ixlaslı olmalıdır, təqvalı olmalıdır və s. və s. xüsusiyyətlərindən danışır. Mən də Quran kontekstində əmr sahiblərini görürəm ki, Əhzab surəsi 33-də Allah Taala açıq aşkar Əhl-i Beyt olduğunu bildirir. Mən də Əhl-i Beyt əleyhissalama və Qurana müraciət edərək günümün dinini yaşayıram. Aydın. Yəni Əhl-i Beyt, peyğəmbər, Quran, Allah. Və yəni buna bəyəsər, yəni mən yenə də bir seçim eləməliyəm də. Yəni Əhl-i Beyti də seçməli olsam, yəni bir seçim eləməliyəm. Və bu məni məsəl üçün də biz hansısa indi cəmiyyət içinə girik, məsəl üçün iş yoldaşlarımız var, oturmuşuq 5 nəfər dindar deyil. Bir də onlar kimi tamamlayım, icazə versənsə. Hə, buyur. Məsələn, oturmuşuq 10 nəfərik, 5 nəfər vəbşə dindar deyil. 2 nəfər sünnidir, 3 nəfər şiədir və bunlar abed fasiləsində bir-birini qırırlar. Yəni bu necə, yəni dinin qıraqdan yəni görünməyi, dindar olmayan 5 nəfəri dinə mi çəkir, yoxsa dindən daha da mı soyudur? Yəni bu iki nümayəndənin bir-birinin olan münasibəti. Bəli, bəli. Şayk, biz insanlara baxıb dinə dəyər verməli deyilik. Biz dini də insanlardan öyrənməli deyilik. Yəni siz bu gün mənə burada qulaq asırsınız, Allah köməyiniz olsun. Ey 3200 nəfər. Amma ola bilər ki, mən səhv danışmış ola bilərəm. Ha. Dini, Allahın göndərdiyi dini insanlardan yox. Dinin Allahın özünün təyin etdiyi yerlərdən öyrənmək lazımdır. Burada tərcümə məsələsinə bir balaca gedir də. Yəni Quranı yəni tam oxumaq üçün mən bildiyim qədərinə yəni ərəb dilini yaxşı bilmək lazımdır. Xeyr, araşdırma və tədqiqat aparmaq üçün ərəb dilini bilmək lazımdır. Oxumaq üçün yox. İkinci məsələ nədir qardaş? Bax, istər şiə, istər sünni, istər vahabi, istər dinsiz fərq eləmir. İnsana Allah Taala ağıl verir. Və bu ağıl bizə icazə verir ki, biz düşünək və qərar verək. Biz düşünürük, dediyim kimi, Quranın kontekstində peyğəmbəri, peyğəmbərin kontekstində Əhl-i Beyti. Mən bu günlərim əgər peyğəmbərin özündən sonra sizə 2 ağır əmanət qoyuram, Quran və Əhl-i Beyt. Bu ikisi Zəmzəm quyusunun yanına qədər ayrılmazlar. Dediyi sözü kənara qoyub. Mən din axtarsam, mən heç tapamayacağam. Çünki mənə Allahın təyin etdiyi şəxs Muhammed sallallahu aleyhi və səlləm deyib zaten nə etmək lazımdır. Quran və Əhl-i Beyt. Mən niyə bundan başqa bir şey qaçım ki? Bu günlərim mənə Quran və Əhl-i Beyt dinimi, necə yaşamalı olduğumu, əməlləri necə eləməli olduğumu hamısını izah eləyir. Canlıdakı 3000 adam kimdə canlı donursa çıxsın, girsin. Aydındır Şaiq? Aydındır. Bir ədalət yəni anlayışı ilə bağlı. Ədalət anlayışı yəni hər kəs üçün başqadırmı, yoxsa? Ədalət bərabərlik demək deyil. Allah Taala yer üzünə təyin etdiyi ən üstün elm sahiblərindən olan və bizim birinci imamımız olan Əmir əl-Möminin əleyhissalamın ədalət barəsində gözəl tərifi var. İmam buyurur ki, ədalət hər şeyin öz yerində qərar tutması deməkdir. Bir sual verə bilərəm. Yəni bu şeylə bağlıdır. Məsəl üçün o bayaqları danışılanda siz dediniz insanın dünyaya gəlməyi, yəni qüsursuz belə, amma dediniz ki, bu fiziki cəhətdən olan bir şey deyil də. Bəli, bu insanın ruhsal məsələsidir. Hə, amma elə insanlar var ki, ruhi cəhətdən də, yəni bunlar yəni yarımçıq olurlar da. Yəni bunlar yəni adını biz belə qoyuruq. Əvvəla bax, gözəl qardaş. Ruhi cəhətdən yarımçıq olur deyə bir ifadə yoxdur. Ruh kamildir. Cisimdə, beyində neyrobioloji prosesdə problem olur. Hə, bir insan dəli olur. Bu onun ruhunda problem var demək deyil. Başa düşdün? Yəni bunu yəni necə deyim, yəni bu insan məsəl üçün bu formada doğulur və 30 il bu formada yəni əziyyət çəkir və sonda deyək ki, məsəl üçün deyək ki, intihar, yəni mən bilən, yəni bağışlananmı günahdır intihar, yoxsa yəni bağışlanmaz günahdır? Mən intihar böyük əlamət dəstə qeybi kitabında ən böyük günahlardan biridir. Yəni bir insan 30 il məsəl üçün zülm çəkir və 30 ilin sonunda yəni dözə bilmir və yəni uduzur da, intihar eləyirsə, yəni bu insanın 30 il çəkdiyi zülüm, sonda da elədiyi intihara görə bunun cəhənnəmdə də cəzalanmağı. Yəni düzdür, buna biz qərar verə bilmərik ki, o cəhənnəmə düşəcək, cənnətə düşəcək. İnsanın bax, intiharı seçən bir insan ölümü seçirsə,
Gəl dürüst olaq da. Reallıq nədir? Bir insan özünü öldürəcək həddə gəlib o həddi seçə bilirsə, yəni özünü öldürməyi seçə bilirsə, yəni bu ağla sahibdirsə özünü öldürün. Öldürməməyə də sahibdir. Yəni bir insan özünü öldürmək ağlına sahibdirsə, özünü öldürməyə də bilər. Düz? Bəli. Əhsən. İndi bir insan özünü öldürməyə biləcəyi halda öldürürsə, əlbəttə ki, məsul. Mən görmüşəm, yəni onlar həqiqətən də, yəni o yaşa çatana kimi həm valideynləri, həm özləri, yəni çox zülm çəkirlər. Yəni elə bir adamdan da bir, yəni onun sonunun məsəl üçün də deyək ki, bir hamının məsələn bir iradəsi var da harasa kimi. Hə qardaş, danış. Həvsə məncə yəni başqa bir şeyim yox idi. Məncə həvsə. Nəsə yadımdan çıxdısa da bu qədər. Təşəkkür edirəm sənə. Bir dənə çıxmamış bir şey deyim sənə gözəl. Buyur. Birinci iradım var idi, amma dedin ki, insanların savadsız adamlarla biraz bayaqları elə oldu. Görünür, yaxşı alınmır. Dedin ne şahid? Məncə elədir. Bax, mənim dəyərli qardaşım. Mən müsəlmanam. Mən bu bir-iki dənə belə özüm üçün kitab oxumuşam. Və mütaliə elədiyim kitabların əsnasında nəticə etibarilə insanlardan söhbət edirəm. Bu insanlardan əgər mən kinayə, məsxərə, ironiya hiss eləsəm, mən o insanlarla onların üslubunda danışıram. Allah Teala Quran-ı Kərimdə kafirlərlə onların öz dilində danışın deyir. Bu bir. İkinci məsələ nədir? İkinci məsələ bundan ibarətdir ki, mənim dinimin dəyərləri ilə, dinimə mənsub olan müsəlman bacı qardaşlarımla, elmi səviyyəsi yüksək və ya aşağı olan insanlarla. Neçə ateistlər var ki, gecə-gündüz məsxərə eləyirlər, məzələnirlər, mırtdaşırlar, insanların gözünün qarşısında alçaldırlar. Bunun nəzdində, qardaş, mənim canlıma gələn ateistlər nəzərə alsın ki, mən onlarla heç xoş rəftar eləməyəcəm. Aydın? Yox, mən prosedürən dediyim ki, yəni səhv başa düşmərsən. Mən yəni demirəm döyəcəm, təhqir eləyəcəm. Mən bu günə kimi söyməmişəm. Amma bilsinlər ki, mən onlarla danışanda mən onlara heç də xoşgörü göstərməyəcəm. Yox, aydın. Yox, dinə qarşı uzanan dilə mən demirəm. Prosta nəyim kimsə ləhcəsinə, kimsə məsəl üçün də ola bilir kimsə üstdən cümləni dalbadal cümləni düzgün qura bilmir. Yəni mən o cəhətdən dedim. Nəysə, aydındır. Yəni sən də cavablandırdığın üçün təşəkkürlər. Xoş yayınlar sənə.